Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Kadr arxası verilişinin növbəti buraxılışında hər birinizi salamlayıram. Bugün dəyərli qonağımız var, doğma bir insan var burada. Çağdaş Azərbaycanla bağlı ən bilgili insanlardan biridir, bəlkə də ən öndə olanlardandır. Əjdər Tağzadə, Güney Azərbaycan Demokratik Türk Birliyinin sədri, İsveçdə yaşayır. Kanalımızda bir neçə dəfə maraqlı çıxışlar olub, açıqlamalar olub və düşünürəm ki, hazırki dönəmdə onunla bağlı, onunla söhbətimiz bir çox məsələlərə, qaranlıqlara aydınlıq gətirəcək. Xoş gördük. Hoş bulduk efendim. Teşekkür ederim. Əjdər bəy, mən istəyirəm o ənənəvi suallardan biraz kənara çəkilək. Mənim üçün maraqlıdır. Rusiya-Ukrayna müharibəsində İranın marağı nədir? Rusiya-Ukrayna müharibəsinin İrana nə təsirləri ola bilər? Baxın, bu qədər riskin altında, embargonun altında yenə də şahid dronu verir. Bombalandığı ərəfədə də şahid dronlarını Rusiya verirdi ki, Ukraynaya zərbələr indirsin. Bax, bu maraq nədədir? Rusiya uduzarsa nə olar? Demək olar ki, bu Tehran bu dəfəki dönəmdə deyək də, bu rejim gələndə Xumeyninin öncül o sloganlardan, şuarlardan biri idi ki, nə şərqi, nə qərbi. Şərqi deyəndə əsas elə Soveti götürürdülər, Rusiyanı götürürdülər. Qərbi də deyəndə Amerikanı götürürdülər, yəni Doğu-Batı. Və məsələ budur ki, Rusla da İran adlanan yerdə, istər Pəhləvi sülaləsi dönəmindən, amma Qacar dönəmində, Qacar hər zaman Rusla qanlı bıçaqdır. Hər zaman Qacar qılıncı hazır saxlaydı, amma zaman Qacarın xeyrinə getmədi. Çünki niyə? Ruslar Qafqazlara yaxınlaşanda, o Zimistovdan adıləyəndə belə, orada da danışıqları, qayda qərarı, bunlar Türk düşmanı kimi gəliblər. Qaradənizəki ayaqları dəyib, üzü bir yana və Türkistana tərəf tamamilə Türk torpaqlarında bunlar qıra-qıra gəliblər və zaman da bunların xeyrinə olub. Ona görə ki, niyə? Bunlar demək ki, bir zamanlar bu batıda, bilirsiniz ki, istər İskandinavi ölkələrdə, istər Almaniyada, barışmışlar hələ demək ki, gəlməmişdən bəlkə qabaq, ondan sonra da bunlarla çox vaxt ya fransızca saraylarında ya almanca danışardılar və kimin döşəyindən, yorğanından keçib bəllidir. Rusların filanından, amma anti-türk idilər, Türkə zidd edilər, silahı da və demək ki, baxmayaraq ki, Avropaya qarşı və savaşlarda iştirak elədilər, amma oradan qaydanda nə gətirdilərsə, onu demək ki, Türkə qarşı işlətdilər. Və bu gündə bunların bu Türk düşmanlığını kimsə inkar etsə, gizləsə, bu günləri Qaradənizdə də, Krimdə də və bizə qarşı, Türk millətinə qarşı hamı ilə demək ki, əl-ələ sürtərlər. İstər Çinlilərlə olsun, istər Amerikalılarla, istər Avropalılarla və bu gündə Türk dünyasının böyük bölümü ki, hətta demək olar ki, kitablardan belə sildiriblər, adını unutturublar, haradadır, Sibirlərdə, Rusiyada filan. Məsələn, indi hələ göz qabağında olan özlərinin konstitusiyası, Ruslarınkini deyirəm. Onlar baxmazlar da, indi konstitusiya nədir filan, amma orada demək ki, görün, Başqurtların, Tatarların başına nə gətirir? Özəlliklə, məsələn, bu Putin gələndən sonra nə demişdilər özləri orada, başladılar hamısını geri almağa, geri pozmağa filan və ondan sonra başqa demək ki, adın qoyublar Özrəy. Özrəy deyəndə desən, yaxşı dedim, bunun bir haqqı, hüququ var, elə şey yoxdur. Bir ad qoyublar, elə şey yoxdur və bir çox da demək ki, gülməli bir şey oldu. Bunlar gəldilər bu Gürcüstana soxulanda ya Abxaziya soxuldular, sonrasından Gürcüstan özünə soxulan deyir ki, biz bunlar istiqlal istəyirlər. Asetinlər və Abxazlar da o birisilər deyir, istiqlal istəyirlər. Dündən görə ki, sən Rus bunlara istiqlal verədir. Kiməsə sən azad, heç Rusun özünə vermirsən. Haradasa, harada diyorlar filan və bir də məsələ var. Kimsə nə deyirsə desin, Amerikalılar allandılar ya hər nəməni Avropalı özəlliklə azadlanır. Yəni, vaxtı ilə, hətta Putin də gələndən sonra, bu Putin idi, bu yəni hakimiyyətə gələndə, bunun demək ki, o xarakteri, mentaliteti, hər nə deysən, o da qutarmışdı. Beysəti 40 ili keçmişdi. Dedi, bu dəyişilməyəcək. Nəyi dəyişiləcək bunu? Bu, bir dənə KGB sokaq cüzəsi idi və bunu da keçmiş xanımının hətmən icadlarını oxuyubsuz. Və bunun demək ki, xoşu gəlirdi, yaxın arkadaşları da bilir. Yaxşı geyinsin, keçinsin, yaxşı pivə içsin. Axşamçağlar demək ki, səfirlikdən süzülsün, çıxsın Almaniyada, belə filan darlayacaq. Hətta demək, Sankt-Peterburqa gələndən sonra belə.
Amma Amerikalılar birdən-birə, o boyda Amerika, o boyda Avropa, özəlliklə Amerika birdən-birə gördün, vaha, Putin harda Bush'un çiftligində qol-qola gedirlər. Ondan az qalır ki, Avropalılar, Amerikalılar o nə deyəsən, adı vuralar, kitabı vuralar, o göydən gələn kitablar qoltuğun altına, buna and olsun, Yesusun başına and olsun, bu demokratdır. Və birdən-birə bu da işə başladı ki, bıyınızı çıxa. Ukrayna deyəndə bu günləri, Ukrayna dünənləri Tehran rejiminin o quşqondurmazı Birləşmiş Millətlər Təşkilatına çıxışında deyildi ki, aynən uşaq öldürdülər filan. Nə uşaq öldürdülər? Hələ sənin özün necə? Uşaq öldürənsən ki, heç. Sən bir dənə bu günümüzdə on minlərcə Ukrayna uşağını oğurlayıb aparıb bu. Təzəldə bir hissəsindən buraxdırdılar gücünə. Qadınları oğurlayıb aparıb. On minlərcə bu Rus bu günləri bu işləri görür. Ona görə də bu günləri demək ki, bunun demək şahid alması, o birisilərdən çox şeylər alırlar, verirlər. Yəni təhsil bu deyir ki, Kim Jin ondan da demək ki, alır. Hətta o deyir ki, Rusiya deyir ki, biz səni ta qoymarıq. Və Çin də. Belə hər kəs nə desən desin ki, yəni bu cüncüdəki bunlar sıxı. Hətta o nədir, Mudini də Hindistanınki da. Hindistan demokrasi şaka demokrasi deyil, demokrasi var burada. Yəni bir dövr keçir. Onu belə hələ baxmayaraq ki, bu Çin bunlar demək ki, Hindistandan özə balaca şeylər istəmirlər. Çayları istəyir. O çaylarda yesə belə ayrı cür. Himalaya endogeni çayları, sular filan. Onu istəyə yenə gözə Moody yaxşı gedir demək ki, onu da etkiləyirlər. Deyirsən ki, sən ondan bilən, sizin harada hesabınız kitabınız var. Biz türlərə gəldikcə bu üçbucaq ki, düzəldiblər və bizi dövrələyiblər. Ona görə bu da Tehran rejimi də bu günləri və Erməniyə silah vermədi. Əlindən gələn nə vardısa elədi. Amma bu günləri da Erməninin də gördüyü o, quyruğu yox, başı da ayaq altındadır, quyruğu qapı arasında gəlir də kömək elə deyir. Silah da verdiniz, dayandınız da, onunla hər oyundan çıxdınız. Hər oyundan axıra. Ordu da verdi. Ordu da verdi, hər oyundan çıxdınız. Araz-qıra. İndi bu günləri ki, gəlirlərlə belə dilə tutarıq, ondan sonra şeir oxuyarıq. Ondan bunların bir dənə bülbülü var, hər yanında dünən də elə zatda da Birləşmiş Millətlər Təşkilatına çıxışda da şeir oxuyaydı. Hə, filan yerdə bir dənə dəmirçi bir səhv eləmişdi, filan Bəğdadda filan kəsin başını vurdu. Dayan, o nədir? Ayrı şeydən danış. Səbr elə, dayan, sən də fikirlər duya bilərsən, azadsan. Səslən nə deyir? İkimiz söhbət eləyək, məsələ budur. Baxın, söhbət bir nəfərdən söhbət getmir ki. Azərbaycandan söhbət gedəndə sizdən, məndən söhbət getmir, fikirlərimiz falan var. Amma deyəsən, bir vətəndən, bir dövlətdən, bir ulusdan, millətdən söhbət gedir. Deyəsən ki, mən indi qayıdıb zaten qabağında mən də o farsçanı da universitetdə farsça bitirmişəm. O nə qədər şeir bilir, hamısına tətəpətə ilə deyir. Bizlər o şeydə bülbülük. Amma məsələ budur ki, bu günləri olar mənim demək ki, bir dəfə 90 bəlkə də 98, 99 olardı. Əbülfəz bəy 97 idi. Əbülfəz bəy Bakıya qayıdandan sonra Kələkidə mən çıxış elədim qurultayda və gileyləndim ki, bu Güneylilərlə bağlı sonrasından sizin hakimiyyətinizdə söz verilmişdi ki, ikili vətəndaşlıq olsun filan. Əbülfəz bəy dedi ki, cəmaət əşhadan baxır filan. Əbülfəz bəy dedi, sən düz deyirsən. Dediyəclər düz deyir, amma o Azərbaycan dövlətinin günahı deyil, o bizim günahımız. Yəni hakimiyyətin günahı dövləti boynuna yıxmayın. Ona görə məsələ buradadır. Bu günləri bizim hər birimizdən demək ki, müncirə zat baş verə bilər yanlış. Amma deyəndə ki, ay bu Azərbaycanlılar, bu güney, məsələn, bəzi vaxt görürsən, bəzi ağız görsələr, bu güneylilər də belə, bu quzeylər də belə. Ondan sonra deyəsən, hə, sən deyəsən, davam etdir, görüm, sonra nə? Hatta Türklər də bilirsən nə var? O Qarabağda vermədilər, o savaş deyəsən, dayan görə, bir dənə. Ondan o regionlar da oldu, Almaniyada, Rəsulzadə, ondan sonra o demək... Yavaş-yavaş gəlirlər. Gəlirlər, deyəsən, dayan görə, dərdin nə sən? Eğitimin nə? Dədün kimdir? Nənün kimdir? Qanun kimdir? Baxa-baxa, sən də dəbərdirirsən, görürsən, ha, bəlli oldu. Və də deyəsən, yox, bəlkə Türk də doğulub bu ata-anasına. Amma eğitimi yoxdur. Bunu başa... Beynin demək ki, o manqursat deyilər, o manqursat zarafat bir şey olur. Çengizə aitmadı, onu da orada. Bu, əslən, kökündən bu adam xarabdır və sabah da gedər. Sonrasından onun demək işgəncəgəri ola bilər. Vardır Rusiyada qutaranda. Onun demək ki, casusi olar. Onun filan. Sabah da mən ona bir söz deyirəm ki, ayağını dəng atdı. Bura Azərbaycan, bu vətən, bu bayraq. Ondan sonra mənim dostum ki, siz olasınız. Ay filan, bu Türkdür. Bax, bismillah. İndi gəl, həll elə bu işi görərik. Aydın, amma o Ukrayna məsələsinə gəldikcə bu gün... İran niyə bu qədər maraqlıdır da, risk edir. Hətta Çin eləsə də gizdin eləyir. Mən bunu demişəm sizin bu tribunadan deyim. Mən fəxr edirəm ki, bu günləri İsveç dövlətinin, Avropa Birliyinin 40 il oldu. 40 ildir vətəndaşlığını daşıyır. Və ona fəxr edirəm ki,
4 gün bundan qabaq Norveçin, İsveçin və deyəsən İsrailin uçaqları qalxdılar göyə, Rusun uçağını qovaladılar iti qoyan kimi. Qovaladılar. Və mən dəfələrlə söyləmişəm və İsveç dövləti, İsveçdə millət açıqcasına Ukraynaya yardım verir. Yardım edir ki, gedib orada savaşırlar. Orada savaşırlar, 20 ilə yaxındır ki, İsveç eğitim də verir, pul da verir və bu İsveçlilər ki, bir qəpiklərini sayırlar. Mən vergi vermişəm, o mənim qəpicim hara getdi, koronum. Amma lapdan lapa İsveç dövləti deyəsən bir ay bundan qabaq idin. Bilməm 250 milyonu 300 nə qədər koron birdən-birə da Ukrayna dövlətinə və 150 min nəfəri İsveçdə barındırır. Mən görməmişəm bir dənə televizyonda, bir dənə qəzetədə çıxa biri deyək ki, nəyə bunları gətiribsiniz? Gəliblər özü ədəb-ərkanla çalışırlar, işləyirlər və savaşda olan demək ki, əskərlər gəlirlər, ailələrinə baş verirlər, ki, də birbaşa qayıtdılar. Bax, deyirdi, Ruslar ki, bunların əskərləri çatmayacaq, ordularına nəfər azdır. Və nə oldu bunlara? Demək ki, bunlar elə doğulcayın da 20 yaşları olur. Xeyr. Məsələdir, bunların boya başa çatan da gedir o savaşa. Bu da demək ki, Trump, əstəğfurullah, nəuzubillah deyək. Trump Allah zat deyir ki, deyək ki, Quran ayəsi deyir, Trump deyir, da günləri o düzdür. Xeyr. Trump da səhv eləyər. Niyə? Çoxlu sayda səhv eləyər. Niyə? Ağ evdə, 6 güşəli evdə, orada Zelenskini bir qız qora qoydu filan. Zelenski nə olar ki, adamın boyu balaca da olsa kişi olar. Kişi kimin dayandı? Bu balaca boy demək ki, kişi adam dayandı axıra kimində. Və Kiyevə də hər tərəfli propaganda, ay gəlir, girdi Kiyevə özlə necə girdi. Kiyevin ətrafını, kətləri, şəhərlərin hamısında qıra-qıra gəldi. Bu Rusdur. Mən Rusun tarixini yaxşı oxumuşam. Doğrudan da deyirəm, istər Bolşevizdən, istər ki, adı nədir, hamısı nəyə belə, Molotovundan tutmuş, ondan sonra Tolstoydan, o birisi Tolstoydan, bu birisi Tolstoydan. Kiril əlifbasını da yaxşı oxumuşam. Oxumuşam, onda farsça oxumuşam, tərcümə yaxşı deyir orada. Sözüm onda yox. Ruslar necə bir-birini qura-qura, bax, istəyirsən oxuyasan, deyirsən ki, tixi dona bax, sakit dona, deyirsən, tavay, bunlar. Biləcək ki, o zamandan başlayıb oxuyanda üzüb yanında, davay, bunlar vəhşi kimi bir şeydilər. Bir-birinə də düşəndə keçirdirlər qılıncıdan, sonra və başqalarına, bizə, Türkiyə, Qafqazlılara əslən rəhm eləmirlər bunlar. Ona görə də bu lapdanla bir haykü ilə gedə bilirsiniz ki, Kiyevdə neçə nəfər adam qalmışdı, Bazatdan, dövlət rəhbərcindən, 7 nəfər ya 8 nəfər. Adına Zelenski ilə 4 nəfər, 6 nəfər, 7 nəfər. Hamı da hay saldı, qaçdılar propaganda. O da propaganda, panik. Bizə necə vaxtıyla yaratmışdılar, gəlmişdilər Bəhram Təpiyə kimi, bir dənə orada tank gəlmişdi. Ondan da bizdə də hay saldılar, Rusçular filanlar. Erməni gəlir, qiyamətdir, kəsirlər, bax belə yeyirlər, belə dağlayırlar, paniki belə yaratdılar. Bizimkilər bir tərəfdə də döyüşürdülər, demək ki, filan, sözüm onda yox. Ona görə də dayandılar, kişi kimi dayandılar, döyüşdülər və demək ki, Rusun qarşısında varlı dövlətdir, çox varlıdır. Bunun yağı, buğdası, bunun hər şey və texnikada çox irəlidədir. İstər uçaqda, istər filanda, hər şeydə. Ona da dayandı birdən-birə. Putinin o geri qafasız, geri zəkalığı bunda idi. Getdi dimdigindən orada ilişdi. Orada ilişdi və fikir elədi ki, hədaydı kim deyir Zelenski? Yiyəcəm də insanı tanımır. İnsanların içində olan yaxşı aktörüdür, yaxşı kinoları oynayırdı. Ondan sonra düzdür. Trump çox çalışdı ki, bir yerdə bir 5 dəqiqə çəkilsin, 2 dəqiqə çəkilsin. Bir dəqiqə çəkildi, o uşağa da iş elədi. O qədər. Çox istəyirdi onu. Amma bu adam, o qəşəhətə, o da çıxdıradı. O aktörüdür, o kinoda da sən nə idin? Sən də demək ki, KGB-nin deməli çıqqılı bir dənə adam satanadın da, ən yaxşı halda buyurdun sən. Və demək ki, demokrat adamları öldürübsən Rusiyada, düz deyə. Demək ki, onlar nasionalist və Rus sibzadıdır. Hamısı Navalından tutmuş o birisini. Amma sən adam öldürənsən. Ona görə nə elədi? Ukraynaya soxuldu. İndi demək ki, gicəlləndi, getdi, girdi ora o palçığa. İndi də qurtaracaq. Yəni adam ki, istəyir ölkə tuta, bir dənə kəndə girir, qırır, tökür, gedir Tehran rejimindən, alır, gətirir Şahiddən, ondan Vahiddən, doldurur, ora vurur. Onlar da bu günləri Ukraynanın qarşısını, niyə? Ukrayna savaşdı, qolunun gücünü bilib, əli qəşəh bilib ki, bu Rusu da öldürmək olar. Bu Avropalılar getdi Amerikaya girəndə, o qırmızı dərilər deyirlər, bizim də uzaqdan əmi oğlamızdılar. Gördülər, bir eybəcər adamlar gəmidən düşdü, gəlirlər Yeşəpə. Elə bildilər, bunlar göydən zatdan gəlir də, belənsi Yeşəpər, özlər bunların rəngi başqa, göz, sarı filan, bunlar yaxşı qarşıladılar.
Amma bunlar da yavaş-yavaş qınlarından çıxdı, başladılar, bunlara aman vermirdilər. Axır onların biri öldürdü bunların birini. İndi əli dəydi, sürmaqladı, qanı çıxdı, nə elədi? Amma qaçdı bir də bunlar ölümcüldür, bunları öldürmək olar. Ukraynada da o Ruslar şeyi göstərmişdilər ki, böyükdür Rus, ondan sonra filandır. Bunları yaxşı öldürmək olar. Bunları demək ki, qovalamaq da olar. Və Trump da gəldi, dedi ki, bura bax, sən o füzələri ki vermiş ya, onların hamısını atma ora. Moskvanı vurmayasan ha filan. Ukraynalılar deyir ki, yox, döyəmdə vurmar, ona rahat olma. Amma keçdi arxasından, belə də vurdu. İndi Trump ayıldı. Trump ayıldı yox, belə indi qol-qola gəzir Zelenski ilə. Son çıxışı da çox sərt oldu. Və zərrədici dedi topraklarınızı, deyidin ala bilməzsiniz, sənin kartın yoxdur. Sən onları indi gəzirsən toprak şərtlərinizdə alır, şərtləri də alır. Bu gün də almasa, gələn alacaq, o birisi ilə alacaq. Niyə? Külli demək ki, 15 respublika heç, külli demək ki, demokratik dünya, ağıllı dünya, qadın haqları, insan haqları, ondan sonra nə deyirsən, o parlament düşünənlər, hamısı gözləyirlər bu qələbəni. Bu qələbəni gözləyirlər. Özü də bu gözləyirlər, bu Rusu ki sındırdı Ukrayna. Bu respublika necə bizdədir, əlan baxda gör nə cürdür. Əgər Ukrayna keçən ildə o birisi tutsaydı, bizim bu respublikada demək indi Rusofillər Bakıda, bizim bu sokaqlarda hamısı qırmızı don geymişdilər. Bəli, hələ üstəlik də ermənilərə bir muxtariyyət verirdilər. Və indi qırmızı don geymişdilər. Ondan sonra və demək ki, Qarabağdan da, adında deyim, Zaletin biri də vardı, öldü. Həmişə sübh tezdən banlayardı, öldü. Ay dəyməyin orada Ruslara filan filan. Rus vətəndaşı, amma Azərbaycanda göstərdi ki, sənin vətəndaşında pasportu da var hətman. Bu da burada, yatırdı burada, var da yəni. Deyib, bunu istəyən var, heç kəs istəmir. Və deyir, üstünə nə kimi, ay Rus vətəndaşıdır, filandır, filandır. Heç kəs istəmir. Ona görə də məsələ buradadır ki, bu günləri Ukraynada böyük bir demək ki, tarixi bir 21-ci əsrdə bu demək ki, dönəmində bir təcrübə gedir. Bir təcrübə gedir, cənab Zelenski də elə İsrail New Yorkda da dedi. Dedi, biz demokrasinin yerinə savaşırıq, o demokrasi. Amma Batı dünyası, özəlliklə Avropalılar. İndi Trump bəzi vaxt görürsən ki, beyin dudaqçı işləyir. Deyir ki, alma onda, petrolü bundan alma. Alma da bundan petrolü alma, on qoy bunun ipi qırılsın, geçsin Çinə salsın. Çinlər də səhələmçidirlər. Səhələm bilirsiniz da nədir? Yəni demək ki, qəpi quruş verərlər, səni demək ki, soyub sadayırlar. Çinlər o yandan Tehranın neftinin barelini alır 10 dolara. 10 dolara dolub deyir, gəmilər dənizlərdə dolub deyir, yollatdırır ora, oradan, hətta Maleziya belə yollatdırır, oradan götürür, yavaşları endirir limanların birinə. Və bir yandan da Tehrana deyir, sən verməsin, bu da Rusiya yalvarır, verir də. Baxın, yəni məsələ budur ki, bu Ukraynanın qələbəsi, tam qələbəsi, və demək gördünüz də siz o Şanqay oyuncağında, diktatorların toyu idi. O zıqqılını, adam yəni ölkəsində kimsə bir dənə seriala baxır, bizimkilər hər gün burada vurur, Türkiyədən o serial olmasın, bu borisi olmasın belə, seriala baxanı öldürtdürür. Xarici ilə kimlə danışıb, telefonla danışıb, öldürtdürür. Amma gördün ki, zaten Çində necə qarşılandı? Dəmdəstgahla adam yiyəni, o Kim Jong-un. Belə qarşılandı, Karyanı. Adam deyəcək, bu adam yiyəndir, bu adam. O millətin orada başına nələr gətirib. Amma nəyə göstərirlər? Çində də Xi Jinping göstərdi. Orduya bax, Rus da göstərərdi, ya da Bakıya da vaxtına gətirərdi. Çəkilin, para gedir. Da çəkilin, o da minaşradılar, Sovetski kray götür. Ona görə də bu günləri Ukraynaya tabii kim-kiminlə uçur. Tehran orada Çində çox gözəl bir mənzərələr vardı. Yaxşı gedir ortada Putin, Kim Jong-un ortada, Putin, Xi Jinping. Ondan bir anda da Lukashenko, o yandan da kim belə kəndin o kənarındakı bəzi çaqqallar, tüklər başını uzadarı. Kim? O sən dediyin o quş, siz dediniz o quş qondurmaz. Mən də buradayım. Mən də buradayım. Və sən burada nə qayırırsan? Nə istəyəcəksən? Nə var ki? Oradan Xi Jinpingə Şanxayın üzvü də olmalıdır orada. Orada da Xi Jinpingə deyəcəm ki, füzələrə ki yanacaq vermişdiniz, onu İsrail gəldi, vurdu, limanın hamısını yandırdı 3-4 ay bundan qabaq. Yox diyor da, doldurmuşuz orada, hamısı yandı, belə adam qırıldı, limanın hamısı yandı, başladı. Yox, bax, Əjdər bəy. Vermədi, Çin də indi deyir ki, Amerika, deyir, versin, vuracam. İstəyirsən ki, icada gələsən, ipə sapa yatasan. Bu Amerika deyir, bu zarafat deyir, hələ də. Biz kimsənin qaş gözünə aşıq deyirik ki. Nə İsrailin, nə Amerikanın, nə kimin, nə filan, nə Rusun da biz hələ nə oyunlar çıxarıb tariximizdə filan deyir. Amma deyir, ehtiyatlı ol, sopanı güclü sağla.
Xəzər dənizində ayıq ola. Bunlar demək ki, 1000 dənə oyun çıxardarlar. Ayıq olmalı yox, demirik düşmanlar. Ayıq olmalısan ki, deyirsən mənim orada 2 milyona yaxın, 2 milyondan artıq insanımı hansı ücbatdan gediblərsə, savaşı bizə erməni qalamadı. Rusudur. Rus qaladı bu savaşı bizə, erməni atdı ortaya. Bizim 2 milyon yarım insanımız çörək dalayacaq. Hər nədə gedib var. Sən onu kilo saxlayıbsan. Azərbaycanda ən azı hər dəfə bir dənə seçki olanda, prezident seçkisi olanda filanda orada marş eləyir. Marş hətta bir nəfər var idi. Azərbaycan vətəndaşı da döydü. O beçaranı da atmışlar ortaya. O da deyirdi, mən gəlib Azərbaycanda namizədliyimi qoysam, gərək Putin'dən icazə alam. Dedim, salam əleykum. Axı sən Azərbaycanın prezidenti olasan. Sən Putin'dən icazə alasan və orada girol götürüb. Və keçən aylarda gördün, neçə dəfə bunlar yadınızda deyir. İllər boyu Azərbaycana rayonlardan səs çıxmır. Bakıda deyir, Bakıda da olsa kim dinlənəcək? Dazbaşlar, hey bazarlarda, hey çöldə vurub Azərbaycanını öldürüblər. Gedib ora kasıb, soyublar, pılın vurublar, götürüb aparıblar və bəzi yerdə ay işığına düşür. Amma həmişə bu işləri görüblər və bu da nəyə gətirib getirir? Dövlət güclənməyincək, onlar o işləri görəcək. Elə ki, dövlət güclənir. Qarabağda bir dəfə prezident dedi ki, dedi də, mən neydim? Dedi, biz indi bir səviyyə çatmışıq ki, Rusundan eşit məsafədən danışarıq. Hə? Və bu günlərdə o Zelenski o yandan gedir, Lukashenko onu göndərir, ondan bu birisini göndərir. Deyir ki, ona dön gəlsin, dayı, mayısın 9'u deyir, burada hazırlıq filan. Deyir, gəlmirəm. Gəlmirəm. Uçağımı vurubsan, öz uçağıma da demək ki, orada tələ qoymuşdun, filan eləyəsən filan, uşaq oyuncağına çevirəsən ki, sizə nə deyəsən. Gəlmirəm və yaxşı da dedi, dalıncaq da. O indi ona zat deyəsə, o gözəl replika kimi deyər də, replika dör bir həqiqət. Dedi ki, eləyibsən, işğal edibsiz. Bolşeviklər yüzlər dəfə Hitlerdən, nazistlərdən bizə qarşı faşist idilər. Onlar dünyanın o tərəfində o işlərini çıxartıraq, sən məni öldürürsən, türkü öldürürsən. Milyonlarca türkü əsarı bu gün də o cürsən, saxlayıbsan sən. Bütün bir elitar nəsli yox elə. Yox, naqlim, nə elədir? Baxın, cənab prezident deyib sən Cumhuriyyətimizi işğal edib. Xeyr, bizi parçalayıbdır. Bizi parçalayıb, bizi böyük bölümümüzü ki, bu günlərdə min cürə çətinlik ilə əlbəyaxadır, böyük bölümümüzü, yəni o fili parçalayıb və kiçik bölümü də götürüb əlində əsarətdə saxlayıb. Varı ilə, dövləti ilə, beyni ilə, hər nə, baxın görün, paralizdir, paraliz. Adam demək ki, nazirdir, 5 dəqiqə danış. Başdan danışdı adamdır, 5 dəqiqədən söyləsin, bu adam demək ki, xəstədir. Bu adamda vətən, mən həmişə demişəm, deyəcəm, vətən şuuru yox, millət şuuru yox, dövlət şuuru yox və sabahda görürsən, adam elə dəmini sokakdan götürdülər, ya dədəsinin yasından götürdülər. Adəsə bu naziridir, yaxı. Bu adam rektorudur, yaxı. Deyirlər ki, Allahsız oğlu, Allahsız oğlu, bilirsən nə qədər? 1 milyon dolar. Neyniydi o? 1 milyon neyniyəcəkdi? Yox, 15 milyar dolar. Bax, Əjdər bəy, biraz dincəlim, mən də danışım. Danış, fikirlər ürəyində qalmasın. Mən gedəcəyəm, fikirlər ürəyində qalmasın. Özü danışdı, məni qoymadı. Siz də bəyədin. Suallarınız olsa, razılaşmadığınız fikirlər olsa, zəhmət olmasa yazın. Belə deyək də, mən bu Güney Azərbaycan liderlərində, siyasilərində bir qiptəmi deyim, göz götürməzmi deyim, pahalılıqmı deyim, adam namizədliyini verib. Və Güney Azərbaycan xalqı tam heyətlə ona səs verib. Xalq səs verdiyi birini niyə belə məzəmmət eləyirsiniz? Bax, bu mən anlamadığım odur. Xalq gözü tərəzi deyirlər. Xalq səhv mi eləyib? Bəs onun söhbət Pezeşkiyandan gedir, Məsud Pezeşkiyandan. Onun namizədi seçilsə necə olardı? Bəs onun o alternativi, digər o fars kökənli olan, o seçilsə yaxşı olardı, bəs. Bax, siz niyə hər zaman, mən tək siz yox, çoxsu deyir, belə, niyə belə deyirsiniz? O şəraitdə, o Azərbaycan prezidenti deyil, o İranın prezidentidir. Bunu da nəzərə ala. Niyə elə hər zaman onu aşağılayan bir şeylər deyirsiniz? Bax, prezidentdən sitat gətirirsiniz ki, doğru deyil. Amma prezident gözü dedi, bizim üçün bir prezident, heç Xameneyinin adını çəkmədi. Prezident və Xarici İşlər Nazirinin sözü bizim üçün əhəmiyyətlidir. Eyni qanlanıq doğmadır. Belə də deyil. Amma siz bəlkə gücləri birləşdirək. Heydər Əliyev də KPSS-də idi də. O milli şeylər amma itirmirdi ki. Hətta Türkiyədə dostlar deyir ki, biz sevinirdik ki, bir türk oğlu gedib hara çıxıb da, Kremlə çıxıb. Kremldə o vaxt xatırlayırsınız, Andropov, Aliyev, Çernenkov filan belə deyirdilər. Birinci
ölkə rəhbərinin idi, ikinci Əliyev. Biz də belə fəxr edirdik, uşaq idi, məktəbdə oxuyurdu. Yəni adam gəlib bu sistemdə, bəlkə bütün dünya belə qərara gəlib ki, sabah İranda bir şeylər olsa, dünya ilə danışa bilən bəlkə bu olacaq. Çünki Xamenei ilə danışmayacaqlar. Görürsünüz, Trump da dedi ki, biz sənin yerini bilirik, vura bilərik, vurmuruq. Amma Pezeşkanla bağlı heç nə demədi. Pezeşkan hətta risk eləyib İsraillə əlaqələri yaxşılaşdırma haqqında da danışdı. Dedi, Azərbaycan eləyə bilir, biz niyə eləməyək? Halbuki hər cümə günü lənət oxuyurlar İsrailə. Belə bir adamı, bax, nə eləyə bilərik? Siz elə tapdalanmalıyıq, nə eləməliyik? Elə də deyəndə deyirsiniz, dostunuzu müdafiə edirsiniz. Ona görə mən istəyirəm, bax, fikrinizi, səmimi fikrinizi, mənlə həmişə səmimi danışmışsınız, mən eşitmək istəyirəm. Bitirdim. Mən həmişə səmimi danışıram. Bilirəm. Birinci budur ki, Azərbaycanda iqtidar, müxalifət və hakimiyyət çəkişməsi uzun illər olub. Və demək ki, Heydər Əliyev, adı nədir, o Quşqondurmaz, mən demişəm, İran adlanan yerdə öz düşərgəsi də, Fars düşərgəsində də ona mətərsək deyirlər, yəni Quşqondurmaz. Çünki baxırlar, bilirlər, gündəlik həyatı filan eləyirlər, deyəcəm. Amma əgər o söhbətin, fikri bildirdin, ürəyin boşaldısa, yaxşı. Əgər qalır ki, nə qalır? Öyle verilişimizi özü də baxacaq. Sizə deyirəm, özü baxacaq. Özü baxsın. Məsələ budur, Heydər Əliyev, deyir, adı nədir, bu zülm eləyirlər ona. Hətta Azərbaycanda gətirirlər, onunla İlham Əliyevi bir yerdə qoyurlar, prezidentlərimiz. Sən hakimiyyət davası eləyirsən, mənim İlham Əliyev demək ki, durub istefa deyəcəyəm. Biri deməz ki, sən sən ağız nə deyirsən? Dursun, otur, buyur, oturacaqsan. Ya demək ki, dursun, jek məmuru olacaqsan. Mən nə Azərbaycan vətəndaşım, mən soydaşam. Onunla nə Azərbaycan vətəndaşıyam, nə cümhuriyyətdə demək ki, Hülyanım var, bizim bir idamız var. Ya demək ki, bizim bir dənə fikir vardı, o da Azərbaycanın güney məsələsi filan. Yəni adamlar bəzi vaxtlar qatışdırırlar. Görürsən, bəzi adam qaş qabağın sənə töküb ki, o birisi nə vasəvlə, bu da belə də. Sorusun ki, nədir, deyir ki, o günləri bir yerdə çıxışır idi, Heydər Əliyevin də adını çəkdi. Yürü. Ya deyir ki, birisi də belə deyir, o yandan belə. Hələ bu da hər vaxt ağzını açır, Elçi bəy. Deyirsin, dayan görək, bura bax görüm. Elçi bəy dirilib gəlib hakimiyyətdə oturacaq. Elçi bəy ki, deyirdi ki, mənə hakimiyyət, prezidenti də lazım deyil, mənə Türk dünyası, Güleyin istiqlalı filan. Və bu Azərbaycan dövləti dövlətçiligidir. Azərbaycanda Ayaz Mütəllibov fikri ayrılığımız vardı. Ondan sonra mənim özümə də o vaxt çox belə müsbət yanaşırdı Tehran rejiminin qarşısında filan da. Vəzifələr də dedilər. Səbirlər. Ona görə o zaman fikir ayrılığımız var da filan. Amma Azərbaycan dövləti, onun demək ki, prezident kimi tanıdı, ondan sonra haqqı nədir, Azərbaycana yenidən çağırdı prezident İlham Əliyev, dedi, verim var. Əbülfəz Elçi bəy ilə bağlı, Heydər Əliyevin özünün münasibəti, ondan filan, yəni Azərbaycan durumu da nəzərə almalısan. Ona görə deyirsən ki, bu Azərbaycan dövlətinin o günlərdə söhbət gedəndə ki, prezident ki, demişdi ki, o ərəb jurnalistlərlə, o xanım Əl-Arabiyyə ki, demək ki, Rus burada işğalçı olubdur, bizi işğal ediblər. Və onun Azərbaycandan Rusun çıxartmasında hər kəs çıxır Azərbaycanda çox zad olub da, bir də çıxıb deyirsən nə var? O Rusu da mən çıxartdım da buradan, Şuşada nə deyim, valla deyərsən. O birisi də çıxıb deyim, valla mən də getdim, Elçi bəni oturmuşdu filan. Mən dedim çıxdı. Çıxdı. Amma demək ki, Kələkidə 97-ci ildir deyəsən, ya 96-cı il belə. 97-də gəlmişdi. Gəlmişdi, 97-nin əvvəlləri ya 96-dır. Gecədir, soyuqdur, qaz yox, orada qaz yoxdur. Bilmirəm, indi var ya, yox. Var. Ağac yoxdur, yandırmağa filan, işıq da yox. Balaca bir fənar yandırıblar. Hər gecə oturmuşuq, söhbət elə çox soyuqdur. Sonrasından, o söhbət qızışandan sonra dedi ki, məni çağırdılar Moskvaya. Moskvada da gördüm ki, mən dedim ki, prezidentdir, məni çağırdılar. Yeltsin zamanında, Yeltsinlə də tanışdı bu, qabaqdan dostluqlar var. Deyir ki, gördüm, mənə çox yetişirlər. Dedim ki, mən Rusça danışmayacağım. Tərcüməçi gətirin. Deyir, bunlar qaldılar. Bu sən Rusça bilirsən filan. Deyim, xeyr, Azərbaycan konstitusiyonu, mən and içmişəm, ölkənin prezidentiyəm. Mən demək ki, Rusça danışmayacağım. Azərbaycan türkçəsində, türkçə danışacağım. 3 gün nə gördüm ki, bunlar mənim də sağımdan keçirlər, oradan, buradan filan. Özdə bir sözü vardı. Deyir, özümə dedim ki, ay lotular, bunlar bir iş görəcəklər. Deyir, son gündür, əvvəl axşamdır. Gəldilər Kremlində kağızları qoydular qabağıma protokoli.
Qoydular qabağıma ki, cənab prezident, qol çəkin. O qayda qərar, mən də onu açdım, baxdım, birinci səhvə, ikinci səhvə, neçənci səhvəsinin sonuna baxanda dedim, lotular burada işi görüb. Gördüm, yazmayıblar ki, Rus saldatları, Rus ordusunun qalıntıları haçan Azərbaycandan çıxacaq. Dedim ki, mən buna qol çəkmərəm. Qol çəkməm. Dedilər, niyə qol çəkmirsən? Dedim ki, yox. Burada aydın yazılmayıb ki, Rus saldatları hansı gün, hansı saat Azərbaycanı tərk edir. Bu adamın da qanına hopub, bunun canındadır, o iddiasıdır bunun. Demək ki, Rusiya Azərbaycandan çıxartma, hamımızla, Gəncəlidən tut. Dedilər ki, bu bizlik deyil, bunu gəl aparaq Yeltsinə. Keçdi, bir yarım saat keçməmiş, o yekə zalda yox. Bir də gördüm gəlir, indi vurubdur da, halı sazı, yedim, buna niyə qol çəkmirsən? Dedim, buna qol çəkmirəm, burada aydın deyil. Salmayıb, danışmışdır ki, orada Finlandiyadan, biz sizləkin orada Azərbaycan, burada falan Sovet dönəmi. Bizim əskərimiz 2-3 nəfər orada otursun filan. Sonra dedim, burada yazmayıbsınız. Əgər yazmasınız, indi onu yazmamışıq da, indi qalsın filan dedim, yox. Əgər bunu burada aydın yazmasınız, sabah sübh 8-də qaydacağım Azərbaycana. Milləti çağıracağım Bakıda meydana, orada Rus əskərinin, Rus saldatının böyütkəsi qulağı olacaq. Qaldı belənsinə, mən ağayırım, mən axı indi mən nə eləyəcəm? Dedim, mən bilməm, sənin işindir. Dedim, mən indi Təhlükəsizlik Şurasının adamlarını hardan yığım? Dedim ki, sən nəcür prezidentsən, Təhlükəsizlik Şurasının adamlarını yığa bilmirsən, Rus Təhlükəsizlik Şurasının. Yığa bilmirsən, dedi, götürdü, kağızı getdi. Bir saat daha keçməmişdi, dedim, gətir dedim, baxdım, bu oldu. İmzaladıq, sağ ol. Təməl orada qoyur. Və de yuri, kağızda, de yuri 200 ildən sonra Rusun saldatını Azərbaycandan, hələ də o formada, belənçilər, tankları onlar satdı, silahları oğurladılar filan, nədilər, hər nə. Dedi, çıxdın kağız, getdin. İkinci dəfə amma ki, yaralı idilər, bir yerdən soğulsunlar, Qarabağ savaşını uzatdılar, Minsk qrupunda, orada, burada şəhəri qatışdırmaq, orada silah vermək, nəmni eləmək. Axırda da nə edilər? Gəldilər, girdilər Qarabağa filan. İlham Əliyev başçılıq elədi. Bu millət, bayaq da söhbət elədi, bir də deyərlər, bəyənməzlər. Bunu qələt eləydi yəni. Bu millət hər zaman döyüşüb, hər zaman savaşıb. O 1818, 13, ondan qabaqda. Bu millət yeri gələndə döyüşübdür. Ona görə bu millət döyüşüb, bunu da Prezident İlham Əliyev də dedi. Bir dəfə jurnalistlərin biri soruşdu, siz Qarabağı aldınız, dedi, mən yox. Qarabağı aldı bu millət, bu ordu və bu dövlət. Bu dövlət. Və de facto da faktına. 200 ildən sonra Rusun sərsəpirini, saldatını, zəhrimarını, hər şeyini ermənin də qucağında İlham Əliyev çıxardı. Bu millətlə, bu dövlətlə. Yəni bu nə mənədir? Bu da faktdır. İndi bu kimin işidir? Yəni 93-cü ildə gözümüzün qabağında, hamımız da o işin içindəydik. Və yenə də deyim, mən deyirəm, sabahları bu Azərbaycanda kimsə mənə nə veribsə, onu geri alsın, nə eləsin, hər nə deyilsin. Gitsin qəzetlərdə belə nə yazsın, nə yazılar yazsın. O kələkidə oturub danışırdıq. Söhbət eləyəndə Əlfəz bəy dedi ki, Əjdər, söhbət dövlətdən getdi. Sonra qayıtdı belə mənim elə yaxında əlimi tutanda belədi. Əjdər, amma dövləti saxladı ya. Bunu bir dəfə bir dənə rəsmi iclasda, iqtidarın rəsmi iclasında deyəndə gördüm bir dənə şey üstünə dəydi. Dedi Əjdər, Heydər Əliyev dövləti saxladı, dövlət getmişdi. Bax, Elçi bəy dedi, kələkidə. Mən də bunu özümdən çıxan Elçi bəy həyatı dəyişilib. Gedib və adının özündən də bir dənə iddia qoyub gedibdir. Necə Məhəmməd Əmin bəy Rəsulzadə, Mustafa Kemal dedi, dedim Əbülfəz bəy, bizim də istəyimiz bu idi da. Hamımız Türkdüzadaşı Dədavay dövlət gedir. Və Heydər Əliyev bütövlük də o Rusun sazını bilirdi, oyununu bilirdi, nə eləyəcək, özü içindən bir adam. Və Heydər Əliyev də orada, bir dəfə mən Moskvada idim, Sovet dönəmində. Bir nəfər bu yaxın ölkələrdən bir kommunist oradaydı. O Puşkin bağı var. Orada oturmuşdu danışanda. Tarixdən danışıyorum. Mənə də istəyirsən Molotovu görəsən dedim. Dedi sən yuxu görürsən. Nə Molotov? Molotov açan görür. Ribbentrop, Molotov filan. Dedim nə dedi? Doğrudan deyir. Bir də Moskvada da böyük bağlar var da. Mən də elə qaydım dedim. Yaxşı, düz deyəcək. Gedək. Sonrasında dedim düz desən sənə dondurma alacaq. Orada da Moskvanın dondurmaları məşhur. Dedi sabah gedək. Sabah oturali bostara mindik, getdik, axı bir yekə bağa. Getdik bir yerə baxdı, heç kəs yox. Belə axşamçağı adamlar gəlir, gün ortaca kim bağlar. Bağ, yəni park. Parka. Parkda bağdan sonrasından gözlədim, dayanam. Ona bax.
Bir dənə adam oturub şapurda başında böyle Qoca. səsəri oturub böyle. Sonrasından dedi qabağa da getmə. Dedim ya. Dedi o Molotov'du. Dedi o anda da adamlar durublar. Onda da bu kameralar zaten hələ belə çox var idi kamera amma bu gün dedi o adamlar da durub onu gözləyirlər. Da göz gəlir, o süb gəlir, oturur biraz gedir, hava alır filan Molotov. Yani Heydər Əliyevə də demək həm istəyirlər öldürələr, o birisi adamı öldürdülər, o namizəd olan adamı öldürdülər. O günləri Əbülfəz Elçibəydən kimdə bir kaset varmış yaydı, ben de onu yaydım. Sonra o jurnalist ona deyib, tanımışdı o prezident aparatının jurnalisti. O prezident Əbülfəz Elçibəydən soruşdu ki, eşitmişsiniz siz, bu qabaq da bu sözləri olurdu, dedi, siz Heydər Əliyevin şəklini saxlayırmışsınız evdə. Başınızda şəklini, işində. Dedi ki, indi bunu mən danışacağım, siz götürüb da bunu başqa cür, ayrı cür bəzəməyin. Mən bəzəmirəm, səni demirəm, o deyir. Əbülfəz bəy ona deyir. Baxmışam, siz götürün. Mübariz Əskərov almışdı. Yox, indi adamın adını tam özünün demək yardımcısıydı aparatda. Sözüm onda yox, jurnalisti tanıyarsan şimdi. Sonra dedi ki, bəli, biz o vaxt ki bu getdik zada Politbüroya. Oradakı o çəkişmələr ki başlananda biz de dedi, mən dedim ki, Heydər Əliyev o Romanovu yeyəcək. Onu yeyəcək amma bu Heydər Əliyevin də özünün sonu olacaq. Çünki ondan sonra bir şey yoxdur. Ya gəlib başa çıxa. O vaxtda onda mən sizə də deyim. İran adlanan yerdə biz partizanıdıq. Che Guevaraçı. Və rejimə qarşı o zaman modudur Che Guevaraçılıq. Ondan sonra da Ənvər Xoca idi, Kim Il Sung idi, ondan sonra Mao idi, belə qatma qatışıb. İçindən də Che Guevara məsələsi idi. Yayılmışdı Avropadan, Afrikadan, İran adlanan yerdə filan. Birdən-birə ki, hamının da bir cövhərində bir Azərbaycanlı, biz türküdür, Azərbaycanda idi da. Bu televizyonunuza güclənməmişdən sən gedərdin, külli Azərbaycanda aşağıda axtarsaydın, bir nəfər farsça danışan yox idi. Hamı türküdür filan. Sonra yollar, ondan filan sözüm yox. Elə ki, hay düşdü ki, Bakıda televizyonu həmişə bizlərdə tuturdu, qəşəng də tuturdu. Radioda ki, əvvəldən var idi. Elə ki, hay düşdü ki, Heydər Əliyev getdi Moskvaya, Politbüroya filan. Oho, bayram oldu bizlərdə hamıda. Ya da bizimkinin biri ora, Rusiyaya zarvat deyil, belə baxırsan. Türkiyədə deyilmiş. Özdə belə baxırsan, Rusiya, Politbüro, Moskva, Heydər Əliyev orada. Özdə Heydər Əliyev o zaman ki, belə yayda dilli dilavər. Ona görə hamına sevindi. Əbülfəz Elçibay dedi ki, biz də gördük ki, ora gedib Politbüroda bu döyüşür. İndi deyərlər ki, bunu millətçiliyə nə xeyr? Xeyr, o millətçiliyin cövhərindədir. Məsələ o gedir. Ona deyirsən ki, o adam özü də, o da demək ki, bir Azərbaycan. Həmişə Azərbaycan deyirdi, hər zaman. Gəlmişdim bura, indi unutmayacağım, deyəcəyəm. Axır bizi yolladılar İşimiz zavodunda Fəhləligə. Gedib Fəhləli gedirdik. Mən ali təhsilli idim, tarix, institut da bitirmişəm, tarixi də. Yolladılar burada Fəhləligə. Orada elə mən dəmirzat daşıyırdıq, tokarçılıq eləyirdik. O batıq zavod, palasalar tökülür filan. Gördüm bir nəfər elə ortada gedir o başa, gəlir başa, şapkası da əlində vurub gözü işləmir. Dedim, nəzir bu sosialist, bilan deyil, bu adam heç işləmir. Erməni türk qarışıq bir zavodudur ya. Elə bil ki, elə savaşın hər anın elə ini döyüşəcəklər. Sözüm yox. Axır bir dəfə belə baxdım. Biz də ki gəlmişdik İran adlanan yerdən. Qatışıq idi orada, Fars, Mars. O zavodda bizə belə baxırdılar ki, demişdilər, deməyin İran adlanan yerdən gəlibsiniz. Biz yox. Sonra bir düşə, biz ki İran adlanan yerdən gəlmirik, hamısı elə bilir ki, elə biz KGB casusu yox. O zaman demokrat deyəndə də elə əsas mənə gəlir, bunlar KGB deyir. Demokrat ya, bunlar oradır. Bəncə, sözüm onda yox. Sonra, gördüm bu bir nəfər elə hey gedib, axır dedim ki, ay yoldaş, işte biz dəmir daş eyirik filan. Mən dedi, qardaş, sən Əfqanistandan gəlməyibsən. Mən bilirəm, zardan gəlibsiniz. Dedim, oradan bilirsən. Dedi, buradan. Dedim, hə, mən Ərdəbilin kəndlərindən, belə filan, ünsiyyət qatdıq. Biraz ehtiyatlıydık, amma ünsiyyət qatandan sonra siz nə var, o yan bir yan, dedim ki, sən olmasın bu Sakharov var da o dövr filan. Onların dəstəsi filan, gördüm bu zavodda yox, başqa oyunlar var. Nə kommunist, məhərət dəstələr var burada filan. Dedi, bilirsən nə var? Mən müəllim olmuşam. Mən müəllim idim Naxçıvanda. Və orada bir dəstə yaratmışdıq. Azərbaycanın buranın istiqlali və bütün Azərbaycanın bütövlüyü. Axırda bizi KGB tutdu. KGB tutdu Naxçıvanda sorğu-sual yolladılar hara bura. İnturist var idi ya, İnturist indi Azərbaycan odun arxasında KGB orada.
Deyir ki, neçə müddət keçdi, gördük bizi heç çağırmırlar ondan sonra filan. Deyir, biz başladıq grev yapmağa, yeməyi dayandırdıq. Yeməyi dayandırdıq orada. Axır deyir, bir gün gəldilər ki, çıx orada da o padval, çölə açılırdı o qapı, belə taxta qapılar vardı o padvallardan. Deyir, oradan çıxdı, çölə gətirdilər, çıxartdılar. Özdə hansı gündür? Mayısın 9-u deyir. Orada o başdan o yekə tanklar, füzələr keçir Sovet zadı. Yaxındır da orada. Şıraq aşağı falan gedir falan. Sonra gəldim deyir, çıxa deyir, biraz da zəifləmişəm, neçə müddət yemək yeməmişəm. O qapı iki qapılı olurdu. Qapının birində açdı, qapının ortasına bunu bağladı, keçdi, o birisini açdı. Heydər Əliyev oturub. Onda da demək ki, təhlükəsiz zadının başçısı Heydər Əliyev. Dedi ki, gəl otur. Keçdim, oturdum, duayan bir an. Dedi, bu nə işdir filan? Bu nə mənədir? Bu nə mənədir filan? Dedi, elə də nə deyəcəm? Dedi, nə deyəcəm? Dedi, gəl bura. Gətirir de pəncərənin qabağına. Pərdəni vurdu, dedi, bax. Mən də baxdım, dedi, Rus soldatları durublar belə, gedir. Dedi, siz bununla nə qayıracaqsınız? Bunu qarşısına sıxa biləcəksiniz. Biraz o mən də gəldik, oturduq. Dedi ki, indi Naxçıvandan sonra səhv eləyib, nə eləyibsiz? Mən sizə kömək eləyəcəm. Kömək eləyəcəm, ancaq bir dəfə də bu sonuncu dəfə olsun. Açsan, deməmişəm, yeməyi dayandırmışam. Açsan filan, dedim, bəli. Dadı bası gəldi, dedi ki, borç gətir. Deyir, borç da borç, mən də Rusların zindanında olmuşam, onun ətlərini, onların hamısını soldatlar yeyirdilər, o donuz ətini suyun qoyulacaq, bunu yeyirdilər, o yeməli olmayacaq, o yarpağı da yeyirdilər köpəkşəm. Sözüm onda yox. Sonra deyəcəkdilər, borçu qəşək, buxarlanır, ondan əti də içində filan, ye. Biraz nıqqıldayana qədər ye. Deyir, ağzımdan ölürüm, deyib, başladım çörəyə götürdüm, qaşığı yedim. O xalım yerinə gəldi. Deyəndən sonra qəşək dedi, mən kömək eləyəcəyəm ki, buraxaları sizləri deyəcəyəm, ancaq o qayda qararında deyəcək. Deyib, çox sağ olun, təşəkkür eləyəm. Deyib, durdum, çıxdım, gəldim, qapının birini açdım, keçdim. O birisi qapını açan dedi, bəri bax. Dedim, vay dədə, vay fikrin dəyişdi, yıxıldı evim. Dedi, buyuruz. Dedi, biz adama burada bir dəfə borç verərik, bunu başa düşəsən. Bir dəfə borç verərik, iki dəfə. Sonra onu demişdə, day müəllimliyə, Naxçıvana yox. Gəlib orada demək ki, belə də yalandan fəhləri, ged o başa, gəl bu başa. Məsələ budur ki, orada, onlar da bilirdilər ki, bu Heydər Əliyev ki, gəlib ora, hətta bura girəndə, burada da, Bakıya girəndə, onun bu mətbuat var, hər şey var. Orada girəndə, oradan heç qoymaydılar, çıxar istədilər, öldürələr. Mənim də adımda olan bir əjdər də orada öldü, getdi, filandır. Və sonra da, bu günlərdə, yəni Ruslar onu qoymayacaqdılar. İndi biz deyəndə bunu, bir iddia adam deyəndə, şönünə dəzək, yox, belə möcüzələr olurdu, xeyr. Azərbaycanda o hərəkat, o gözəl hərəkat, bu millət, bu çox adamları bəyənmir və hələ də demək ki, ürəkləri qanlıdır. Deyirsən, sənə nə olur? Milyardlarla oğurlayırsan, talayırsan, arvadın, özün, gəzirsən, yenə də hələ o Rusluq zadından çıxmır və o hərəkata xor baxırsan, dərdin nə sənin? Dərdləri budur ki, bu millət, dərdləri budur, bu köpəyin dərdi nədir? Niyə bu millətə belə baxır? Dərdləri budur, bu millət Əliyalın o Soveti püskürdü. O hərəkat odur. Odur bunların evində, dövrəsində, ətrafında, hətta işə alanda da, Azərbaycanda mən görmüşəm, sezmişəm. İşə alanda deyir ki, bunun görüş nə deyir, bunun dədəsinin babası komsamal olub da, bu da özü də belə filan. Və onu da belə deyirlər ki, aman deyir, bu hərəkatçıdan, milli şuurdan, türk millətçisindən, onu uzaq durasan, deyirsən, millətçilik nədir? Çağdaş millətçilik nədir? Milli demokratiyanı Azərbaycanın nəyinin zərəli nədir? Bu dövlətçilik harasının zərəli nədir? Bu bayraq ki, başında dalğalanır, vaxtı ilə da ki, əyəqləyirdiniz və onu bəyənmirdiniz. Bu günləri, demək, dünyanın hər yanında budur. Bugün sizlə danışırıq, biz New Yorkda, Washingtonda, hər yanda dalğalanır və filan. Və sizə də zərər eləməyib ki. Ona görə də, yəni, bu Azərbaycanın, bu bağımsızlığın, bu istiqlalın Heydər Əliyevə də, bu millətə də, hamiyə də xeyri gəlib. Kimligini qaytarıbdır və bu günləri də misal üçün səni gətirirlər, belə yerdə qoyurlar ki, de görüm, iqtidarsan ya müxalifətsin. Deyin görə gedəcək də, nə iqtidar, nə müxalifət.
Sən bilirsən millət, mən bəzən soruşuram adamların bəzisindən, gərək soruşmayasın, amma soruşuram. Kütlənin böyük əksəriyyətinin iqtidarı nə müxalifət? Hə, daha nə lazım? 80%. Axı mən deyim, indi bitib, onu bilmirlər də. Onu biləcəm. Mən sənə heç bilmirəm, mən haralıyam, nəçiyəm, hansı zatdan, onu da bilmir. Amma o təzadda, o təmənnada bulunur ki, sən də filan, mən bunu qaydım, ay qardaşım, mən dövlət düşünürəm, dövlət olsun, mən Güneyli olaraq bir də Güneyli olaraq, sən o zada qaydacaq, üzr istəyirəm, Güneyli olaraq. Elə bilirsən, biz Güneylilər universitet bitirib, zindanları görüb, sonrasından, hələ Sovet bir yanda qalıb, gəlib burada, hərəkat birdən əlovlanıb. Mən ahmaqdım gələm, demək ki, nə olar Azərbaycanlı olanda? Böyle hansı adamın ki, ya demək ki, axşam sağı dombala qaşır, arağı içir, dombala qaşır. Ay olanı deyə yaxşı da, bu da burada bu iş görək. Onun çantasını götürəm, buyur, deyəm ki, yuxarı başa, deyərlər ki, Əjdər, sənin ağlına at təpibdir. Bunu sürüyə götürürsən ora, bura. Deyəm ki, onun sinəsində bir dənə rozet var, Azərbaycan, Milli Məclisin rozetidir. Mən Güneyli gərək aparam onu orada, Birləşmiş Millətlər Təşkilatında, o kongresmenlərin gözünə soğam, o deyəndə ki, farslarla gəl, onların tanınmış adamlara demək lazımdır. Azərbaycanlı burada var, bu da demək ki, millət vəkili, bu da filanı. Adam da sonra belə eləyir, bu nökər, bu Güneylidə necə belə bu məktubadın hambalı kimi necə bir nökər olar, çamadanımı da daşıyır, mənə də xidmət eləyir, evində də arvadı ilə məni ayağa da yatırdır, ondan sonra balaca evdə, ondan sonra filan boşudular da, amma yerləri də gəlir, bəzi vaxtlar görürsən ki, adam ta deyirlər ki, aman deyə, mən biləm hansı zümrə, hansı dəstə, aman diyor, Güneyli ilə görüşmün, Tehran dövlətinin şestinə dəyər. Nota demək ki, sabah sübdən ayılcan görəsən Xarici İşlər Nazirliyi və Prezident aparatına və Azərbaycan dövlətinin çeşidli demək ki, institutlarına başucun tükündən çox nota verilib. Qədim zamandan hər şeyə bir nota. Bir dənə kəlmə burada danışacağın, tez bir dənə nota sabah sübdən. Bu nədir? Ha, orada da bir dənə Güneydən filandan şeylə deyirsən, deyən görək ki, nə oldu siz sübdən axşama ağzınızdan gəlib eləyibsiniz, erməniyə kömək eləyibsiniz, konsulu öldürübsünüz, oradakıları qırıb dağıdıbsınız, məsələ budur. Adamlar çıxardırlar. İlham Əliyevlə, adı nə idi onun? Puzbəndiyanın? Siz adını yaşayırsınız. Məsud bəy. O da hər kəs də bəy oldu, vallahi nə bilim ki. Məsud bəy pezeşki. Səbr, yox, bəy də indi deyirlər, hər kəsə deyir. Ona görə gətirirlər, deyirlər ki, iki prezident deyirsən, Allah hevzi yıxsın, bir ədalətiz olsun, həzri demirəm, ədalətiz olsun. İlham Əliyev demək ki, bir Qarabağ azad eləyib. Bir də gün keçdikcə də bəli. Bu hələ təzə gəlib də, bir bismillah eləməyib. Səbrə, qutarım onu sən danış. Suallarım qalır, bax bitir. Yox, bir yerə girişirsən, deyin desən. Çox böyük danışır. Yox, deyil, ona görə Azərbaycanda miting olmuşdu. Mən gördüm, birini vururlar. Elçi bəy də Bakıda, Elçi bəy də bizim aramızdan demək ki, tüh də keçmir. Deyirsən niyə? İndi hər kəs nə deyilsin? Heydər Əliyev, demək ki, rəhmətlik bizim təhlükəsizlik nazirimiz və generalımız gəlib deyir ki, demək ki, gedib Əbülfəz bəyə deyilən gəlsin də. Demişəm ki, niyə? Deyib, kim istəyir? Birinci adam izin verməsə gəlməz. Mən də durub gedim Əbülfəz Elçibəyə, salam əleykum. Əjdər, nə var? Demişəm, gəl Bakıya. Düşmanların da, dostların da istəmirlər sən Bakıya gələsən. Amma bizim xeyrimiz filan. Deyib, bunu kim istəyir? Deyib, heç kəs. Bir dənə Heydər Əliyev istəyir, eləsən ora. O da bizim xeyrimizdədir. Başa düşürsünüz? Böyük yoxdur. Və bir də qayıdıb gedim, bir də getməyəm, sonra da sana deyib, hər şey hamarlanıb yol. İndi hər kəs çıxıb belə, yox aşı, o ağaclar da özündən deyil, elə deyir. Və o zamanki müxalifətin başında gedən Elçi bəyin ən yaxın adamı parlamenda adam göndərir. Deyir, get demək ki, təhlükəsizlik naziri oradadır, ona denən, o da məclisdədir, ona denən ki, bu Elçi bəy məsələsi nə olacaq? O da deyir ki, gidin onu Əjdərdən soruşum. Bu adam atılır, düşür. Əbülfəz Elçi bəy də Kələkdən o zaman dedi, filan kəs mənim partiyamda filan məqamdadır, amma Əjdərə inanıram. Və bu Bakıda getdik Amerikaya, qurultaya, o zaman da dən gəldi qurultayla. Mən birbaşa Kələkiyə, Kələkidən də Los Ancelesə. Hamısı yığıldı, oturdular, 700 nəfər Tehran rejiminin bayrağının altında. Mən də oğlumla tək başa durdum, demək ki, tərsə bir dənə Azərbaycan bayrağı, onu da Əbülfəz Elçi bəy verib, həbəcə bura taxırdım. Dedilər, onu götürsün, götürülməz. Dövlət var, filan var. Biləysiz demişəm ki, yenə də deyim, tarixdə qalsın. Qaydanda Bakıya, mənə bir toy tutdular və o qardaşım vardı, Amerikadan gəlmiş, dedi, Əjdər, polis gəlib qapıya, təhlükədə daxili işlər nazirinə şikayət eləyiblər ki, filan kəslər qurultayı orada vurub bizə qarşı filan. Elə müxalifətin başında gedənlər. Biləcəksiniz kim məni qorudu?
Bakıda Heydər Əliyev qorudu. Şələkidən Elçi bəy qorudu. Və sonra nə oldu? Heydər Əliyev o işin zadını bilirdi. Day demə, ora 2 nəfər göndərmişmiş Los Angelesə. Onlar da hər şeyi çəkirmişlər. Evdə oturmuşam, görəm, düdü, çıxdım balkona, da kim deyir, o bir dənə maşının üstü açılıb belə, bu kim? Siz kimsiniz? Ay bəy, bir aşağıcı. Mən sizi görmüşəm. Dedi, biz də oradaydık. Dedim, bəs orada deyirsiniz, nə filan? Dedi, yox, biz baba göndərmişdi. Dedi, hər şeyi çəkmişik. Dedim, nə? Dedi, çəkmişik. Hacı Qulu Məhərrəmli qardaşımız yaşayır. Akşam çağırırlar, özü deyil. Çağırdı da Nazir məni ki, bu kaset, o da televizyon. O saata kimin ki, akşama kimin ki, mən xalq düşmanı, ondan hər tərəfdən, ay filan, Şələkidən baş alır, bu oradan gedir. Akşam televizyon göstərdi ki, hamı tökülüb mənim üstümə. Qarabalalar duayından döylə, məndən oğlumu, İmam Hüseyin əhvalatı çıxardırlar, hoydi ilə. Girişimi də vermişdim. Və Bakıda da hazırlaşıblar. Heydər Əliyev olmasaydı, belə də xalq düşmanı elan eləmişdilər. Və biz nə elədik? Elçi bəylə. İndi hamı da çıxıb belə deyir, Bakıda bu nə var ki? Quş bedava, daş bedava. Hamı çıxıb deyir, baba belə yaratdıq bütün Azərbaycan. Biz də orada yalan. Heydər Əliyev bizi dəstəklədi, bütün Azərbaycan birliyini yaratdıq. Hər gündə demək ki, hər hadisə ilə bağlı qoşunu götürüb Tehran səfirliğini basırdıq. Hə? Onda da demək ki, hamı da gəlirdi, dostlarımızda da 5 dəqiqəlik gedin də. Elə o Mahmud Əli Sehrəcanlı məsələsində də 1995-də də Heydər Əliyev dəstəkləyirdi. Hə? Yəni adam hər tərəfli filan eləydi. İndi məsələ buradadır ki, mənə nə var? Kim demək ki, bu günləri Azərbaycanda hakimiyyətdə olur, mənim dövlətim, mənim vətənim, mənim millətim. Demək ki, laf yaxşı olar. O güneydəki baxanda deyər ki, Azərbaycan, Bakı parıldayır, Bakıda qalib gəldi Erməniyə, dövlətimiz güclənir. Bir millətin, bir toplumun dövləti olmayanıza o qara millətdir, kitlədir. Bu günləri bizim adımıza dövlət var. Bu da mənim çıxarıma da azadat budaqlı yox deyə. Bəlkə nə deysə, elə buradan durunum çıxdım sizdən ayrılandan sonra polis tutuya da ver kənara, kameraya düşübsən, bir 50 manada zərbədir. Mən də deyəcəm ki, bu nə Azərbaycan oldu? Elə deyir, qardaş. Gələ bir Azərbaycan telefonu alsaz, nömrəsi alsaz, cərimə də gəlməz, dərhal yazarsınız. Yox, məndə olmur. Amma siz dediniz o, nə deyiz, quş qondurmaz, özü də onu deyə bilmir. Dünənləri ayrı zatda da Dünənlər Birləşmiş Millətlər Təşkilatı danışığında kağız üstündən oxuya bilmirdi bu adam. Tehrandan tez o məclislərindən etirazlar. Kağız üstündən də oxuya bilmir. Oxuya bilmir deyə özü də adı doktor. Alimdir, adam alimdir. Əməliyyat eləyir, kitablar yazır. İlham Əliyevə sən bax, indi özü yox, Allah yox. Bülbül kimin dadır. Nədir? 30 ildir, 20 ildən, 20 il. Moskvada idi, hamı gələnə deyirlər, danışa bilməz. Amma düzəldi də. Düzəldi yox. Bu da İkimiz danışırıq. Başqa sual verir. Bir dənə ikimiz danışırıq. Amma məsələ buradadır ki, çıxır indi ingiliscəsində, fransızcasında, ondan sonra Azərbaycan türkçədə və türkçə ləhcəsində. Deyirsən ki, bilir, məclis nədir, protokol nədir, filan nədir, filan. Sözüm onda yox, bunlar hamısı hesab. Məsələ budur ki, o bir dənə sistemin adamıdır. Bir dövlətçiliyin adamıdır. Azərbaycanda hər kəs hakimiyyəti bizim adamımızdır, bizim dövlətimizindir. O dövlətin adamıdır, ona hizmət verir. Xameneyi də, o dövlətin də başında kim durur? Xameneyi durur. Yavaş düzələcək. İndi mən sizdən soruşum. Bir dənə mən də bir sual verim də sizə. İlham Əliyevin gələndən indiyə kimi demirəm. Bu son 4 ayda neçə nəfər adam astırıb İlham Əliyev? Adam astırmayıb, ümumiyyətlə. Astırmayıb, dedin astırmayıb. Tək 4 ayda yox, elə gələndən... Mən 4 ay deyirəm. Astırmayıb. Yox, mən 4 ay deyirəm ki, astırmayıb da İlham Əliyev. Bəlkə xəbərin olmayıb, bəlkə o astırmayıb, yaxşı. Bizdə ölüm hökmü yoxdur. Yaxşı, o yoxdur, astırmayıb da. Amma bu 4 ayın içində, 4 aydan da az. Bu həmin quş qondurum, bir il demirəm, bir ildən çoxdur gəlib, onu demirəm. Yox, konkret özünün fərmanı yoxdur axı. Dayan, prezidentdir, icraya, əgər sən orada, ay bəy, başıva dönüm. Dayan, ay qardaş, sən də hər kəs bir şəriət məhkəməsi verir, bu şəriət... Nə şəriət məhkəməsi? İran adlanan Respublik, İran Republik dövlətinin icra qoyublarını, sən də prezidentsən. Sən dünənləri Birləşmiş Millətlər Təşkilatına deyirsən ki, mən çıxdım, sandığa getdim, milləti də çəkdim, sonrasını, sən deyirsən. Millət səsləyirsən, saxta olub deyirsən. Bəli. O fars seçilməli idi, nə deyirsən? O seçilsəydi nə olar? Nə olar? Tulayitdən də mındar. Bu 4 ayın içində 1000 nəfərdən çox, ay qardaş,
Kəsdiyimiz çörəyə inan. 1000 nəfərdən çox adam edam eləyiblər. Bu bir dəfədə deməyib ki, nə qayırırsınız? Qızlar, qadınlar, bu gün mən sizinlə əlam danışıram, növbədədirlər, asılsınlar. Qadınlar, qızlar filan. Sən dünənləri durubsan, narahat olma. Narahat olma. Xanım Məhəmmədin də biz müdafiəsinə qalxmışıq. Deyik, səbirlə. Geri götürdülər. Səbirlə. Pezeşkiyana müraciət elədik. Nəyin elədik? Bu xanım var, Şərifə Məhəmmədi. Şərifə, o edamı götürməyiblər. Deyir ki, baxılsın, növbədədir, asacaqlar. Səbr elə, əmrini görəcəksən. Səbr elə, dəyəni, hələ bir dənə şəxsən mən də imzaladım. Dəyəni, səbr elə, dəyəni. Sistemdə odur, elə də gedir. İndi məsələdir. Deyirsən ki, sən dünənlərdə Birləşmiş Millətlər Təşkilatına deyirsən ki, bu Netanyahu çocuq öldürdü, uşaq öldürür filan. Allah dədə öyle mi yıxsın? 45 ildir bu hakimiyyətin icra nə deyirsən, millət vəkili olubsan, ondan sonra... Yəni hamı yaxşı oldu, bir dənə bu təzə gəlib, hələ açılışmayan bir prezidentin üstə düşdü. Başqa sonra səbr elə. 45 ildir sən burada olubsan millət vəkili, yalandan Azərbaycan. Azərbaycanda da dar ağaçları, adam öldürmək, qızları zorlamaq, oğlanları zorlamaq, gölü batır. Bilirsən nə deyirlər? Deyirlər ki, özününkilərində o Kəlantəri, bunun naziri indi çıxıbdır. Deyir ki, gölü bilə-bilə qurutduq hamısı. Səbr elə. Sən gəldin, dedin ki, gölü nə var? Sən indiyə kimi bir dənə sərçə olub dibində su gətirməyibsən. Amma 45 ildə, 45 ilin içində mən bir şahid kimi sizə deyim, qardaşıq danışırıq. Mən bunun içindən getmişəm, axı gəlmişəm. Gendən baxmamışam, heç içindən. 45 ilin içində qadın, uşaq, özəl Təbrizdə. Hana fərq eləməz. Sən elə bunu gedib Kirmanda da elə söyləyibsən, Tehranda da hər yanda. 45 ilin içində qan axıdıbsınız. Və bütün dövrələri Azərbaycan, bu Azərbaycan... Hamısı bunun adına da elə. Ay qardaş, sistemlə danışıyor. Sən bu rejimə, səni kim ora seçib? Deyibsən Xameneyi. Sən dedi, xeyr, dedi, məni bura ağa seçdirdi, ağa çağırdı, ağa elədi. Ağa olmasaydı və daha İsrağa gündə. Namizədliyini verib, seçki olmaya da bilər. Ağa orada deməsə, kimsə o qələti eləyə bilmə, cəsarət. Haqq səs verdi. Elə deyir. Elə ağa deməsə, 18 milyon adam səs verdi. Ağa da elə deyir. Ağa deməsə, o qələti kimsə eləyə bilmə. O sistem o deyil, amma gedəndə demək ki, getdi yine, o Birləşmiş Millətlərdən Tokyoya, nədir, New-York'a getməmişlər, yine getdi ağanın yanına. Ağa dedi ki, o quldur, Trump'ı deyir. O quldur və o sistemlə nə danışıq, nə filan bilirsən, bunun ardı nədir? Amma bu getdi danışdı. Heç saat danışmadı. Aşk qoyur, sən danış bir sətir yaz. Mən əgər sətir yuxusuz qalıb hamısına qulaq asmasam, hamısına qulaq asıram. Gecəli səhərə kimi ki, yatmamışam. Məsələ budur ki, mənim millətim Güneydə, mənim dədəmi də öldürməyib, babamı da öldürməyib. Mənim buna nə tayım deyil, nə yerimi dar edib. Bu kimdir ki? Və bayaq da söylədim, hətta Quzeydə adamlar var ki, səndən 100 dəfədə görürsə, deyim, bəy, salam filan, biri də var ki, mən vergi doyundan filan. Amma məsələ budur, mənim millətimə, Azərbaycanın güneyində sən o rejimə xidmət edirsən, o rejimin adamısan, Azərbaycanda da gəlirsən, Azərbaycanda, sən Şeyx Nəsrullahsan, Şeyx Nəsrullah bilirsən də, siz onu qəşəng bilir, kitab əhlisiniz da, Şeyx Nəsrullahsan, sən ölü dirildən döyürsən. Ölünün dişində çıxardarsan, ondan sonra ağzından demək ki, filan da çıxardarsan, sən özdə bilirsən nə deyibsən? Sən orada o baş molluya, Xameneyə deyirsən, mən alladıb gətirərəm, çıxdın dedin də, bir ay bundan qabaqda. Dedim, mən səhətim gətirdim. Yaxşı, bax, bunu verdiniz, mən verdim sizə. Siz qarşısında mənə nə verirsiniz? Siz deyirsiniz, bunu yox, verməyibsən bu millətə hissat, verə də bilməzsən. Verəcək. Son sualımı verim. Neçə dənə sorursan? Son sual. Bax, Urmu gölü qurudu. Dəyərli izləyicilər, bu verilişdən öncə bizdə bir dəhşətli bir çəkiliş var, İngiliscədir. Mən istəyərdim ki, İngiliscə bilməsəz də, ki, onu oxuyun, bəyənin və Avropada, Rusiyada, xaricdə kim var? Bax, biz bütün Avropada, Amerikada olan Güneyli Azərbaycanlılar, belə buradakılar da bir yerdə onu hazırlamışıq. İngiliscə qoyub bütün dünya bilsin ki, onu qurmağı, əvvəl necə idi, nə cür turistik bir məkan idi. Çox istəyirəm, gəmi 8 dəqiqədir. Baxmasanız da heç olmasa onu paylaşın. Dostlara, tanışlara göndərin, bir səsimiz çıxsın. Bu Urmu gölü ilə bağlı indi dediniz, kifayət qədər dediniz. Mən sizinlə belə müzakirə aparıram. Əlbəttə, yaxşı eləyir. Həddim deyil sizdən. Yox, əstağfurullah, yox. Amma, bax, niyə bu gedir bizdə kənddə, tərtərdə? Suyu kimsə kəsəndə gedib dağıdırdıq ki, suyu bura gəlsin. Niyə o boyda kanallar, arxlar, çaylar gəlir ora?
Bu yerdə əhali getmədi. Artıq o duz tufanı başlayıb. Artıq üzə indi küləklərin çox olan vaxtda siz daha yaxşı bilirsiniz. Birazdan külək əsəcək, yağış yağacaq. Külək əsəcək, Təbriz zat hamısı köçəcək. Yəni bu belə əhalinin özünə də gələk də. İndi hakimiyyətləri həmişə günahlandırırıq olsa. Nə səbəb olur? Elçi bəy deyir, avtobus dayanacağa gec gəlir, məni söyürlər. Yəni o avtobusu işlədənlər onu düzgün eləməlidir. İndi bu əhali niyə gedib heç olmasa balaca bir sıska arxaqsa heç olmasa nəm qalardı? Sonra düzəltmək olardı. Bax, niyə əhali belə aktiv deyil? Siz elə deyirsiniz, bu Azərbaycanda yürüyüş elədilər, mübarizə apardılar, Rusu püskürtdülər. Bəs Güney Azərbaycanda daha çoxdur axı. Orada belə şey, biz oradan öyrənmişik. Biz uşaq olanda orada Cumhuriyyət İslam demirlər, deyirlər demokratlardır. Biz də deyirik, görsən demokrat nədir? Bəs niyə orada o təməli mi yoxdur? Eyni millət deyilik. Niyə orada gedib 11-ni dağıtmadı? Mən sizdən bir dənə xahiş edəcəyim də. Hissənləm, hə, deyil. Hissənmə, yox. Əslən heç hissənmə. Məsələ budur ki, burada bəzi vaxtlar bəlkə adamlar bir anda bizə əsəbləndi filan, amma bir danışandan zadansa görürsən adam deyirsən ki, qardaşım, zəhmət çəkdin, döyüşdün, bu günləri bu cumhuriyyət var. Var. Bəzi vaxtlar özümə də soxadan bəzi vaxtlar atmaca atır. Ay əjdər, nə oldu ki? Belə lapdan lapı olur. O günləri oturmuşdum evdə, lapdan başımı qaldıranda bayraq meydanına gözüm düşər, bayraq dalğalanır. Belə gözəl dalğalanır. Elə bir an oturdum. Yəni, mən də milyonların biri o bayrağı qaldıran, ondan sonra orada nə zərəl dəyib, nə mənə vecimə dəyir. Amma bu günləri, demək ki, Azərbaycanda əllərimi qoyuram cibimə. Demək, bəzi vaxtlar bayrağın altında gəzirsən. Düşürəm, gəzirəm, gedirəm keyfinlə, oturursam deyəcəm, cəmaatla otururam, yaxşı deyil, məmləkət müstəqil olur. Burada ki, biz utuzmamışıq. Bizim əlimdə əlcaddır. Amma mənim dənəsindən xahişim olacaq. Bir ildən, 2 ildən, nə bilim, yarım ildən sonra söhbət olanda o quş qondurmaz. Keçəl Həmzə, Şeyx Nəsrullah terminləri mən işlətmişəm. Başqa birisi çıxıb deyəcək ki, hansı lotudan, hansı filandan, deyilən yox. Niyə? 91-də zat da buradakı qurultaylar zat çoxdur. Mən deyirdim İran adlanan yer. Çox adam heç bilmirdi nə idi. Mən amma üçün İran adlanan yerdə fars mediyası. İndi Əbülfəz Elçi bəy də o zaman deyir, qardaş, bunu bu əjdər Tağızada gətirib. Və o zaman, indi hər kəs nə deyər? İstiqlal deyəndə hələ kimsə onu cəsarət eləyə bilməzdi. Nə xaric, nə buradan, nə filan, belə ayrı məsələ. Güney ilə bağlı, sözüm onu deyil. Bunda da əməldə iştirak eləmişdim da. Nə olsun ki, öz polisimiz özümüzü sürüdü, ondan xanımı da, məni də vırdılar, yaraladılar, o ev yoxdur. Problem deyil. Gedibdi, amma məsələ budur. Bəzi vaxtlar da, bəzi adam deyir ki, olub deyə adam deyib ki, ay bəy, müstəqil elədiniz, nə oldu demişəm, o başqa məsələ. İndi səndə bir sosial həyat, sosial filan olacaq hər ölkədə. Demirəm, olmamalıdır Azərbaycanda. Mən Azərbaycanda demokratik, çağdaş, modern, sekular, sosial ədalətli, sosial demək ki, rifahı olan bir dövlət güclənsin, millətin kefi saz olsun, pasportunu çıxardanda yaşıl pasportu, cibində pulu, hər şey qayda qarası və o səsi də salanda, o oyu da verəndə səhər balalarını dursun, geyinib keçinib, Türkiyədə bir dəfə birinin evində qonaqdım, sonra gördüm, belə narahatı, ay bəy, siz biraz istirahat edib, biz gəlirik, dedim, nə olur, dülün də, gördüm, geyindilər, keçindir, amma bu gün ortadan qabaqdır, bunlar səhər uşaqları da geyindi, qızları da, özü də profesordur. Dedim, bunlar indidən toya gedirlər, biz qaradı. Dedim, hara inşallah. Dedi ki, seçkiyə gedir də uşaqlar. Dedim, siz xoşbaxt adamsınız. Dedim, necə? Dedim, sən Trabzonda bu həvəsinə, bu şefinə gedirsən, partiyalarda yerində, böyük xoşbaxtlıdır bu. Kimə səs versə xoşbaxtlıdır. Xoşbaxtlıdır. Yəni, mən əminəm ki, Azərbaycan, demək ki, bu məfrəzələr, bu geri qafalılar, bu nə deyilsə, daşbaşlar, ya başdaşlar, ondan sonra rusofillər, farsofillər filan, bunların nəsli kəsildikcə, dövlət yapılandıqca, bu dövlət o demokrasiya, ondan o azadlıq, o filan, hamısı yapılanacaq və görsənir də bu. Və bu günləri Azərbaycana qarşı olan qüvvələr, təhsə burada bir dənə ada kimi düşübdik, sekular dövlət, modern dövlət, sağdaş dövlət, bir dənə adaş da burada, bax dövrəyə görə nə xəbərdir? Amma məsələ budur. Gölün demək ki, quruması başlananda, qaba əvvəldən, bu Azərbaycanda, Bakıda biz tədbir qoymuşuq və su bizəsələrlə gedəndə, Bakı Sovetdə, Tehran səfiricinə bir də sabah qəzetlərdə yazdılar ki, sudan gələn sürməli qız, biz bizəsələr götürmüşdük ki, yəni buradan da o Reuters buradan görür, ondan jurnalistlər filan.
Onda demək ki, yalan olmasın 27 dənə bənd vurmuşlar, sədd, baraj. O suyu da mafiya, paslarlar, İnqilab Qvardiyası satır. Və biz də ki, orada dostlarımız filan. Bayaq dediniz, bilirsiniz nə qədər adam Azərbaycanda o göllə bağlı zindan çəkib, işgəncəyə məruz qoyub. Hələ də hökm altındadır, açan zindanı çıxacaq, Təbrizlisi, Ərdəbi, hamı gedib, millət gedib ora. Özü çox kültürel formada gediblər, oynamaqla, yox, gedir orada duzun içində rəqs edirlər, şeir deyirlər. O da indidir, amma ondan qabaq gedibdir, rejim hər tərəfi bağlı. Məsələ hesab edin ki, bir dənə Babək qalasına gedəndə 4 dövrəni bağlayır və bir də bir şey var. Bu millət 4 dənə kürtçığaz deyil, hansı ölkədən götürüb atıblar. Ya hansı demək ki, bir terörist dəstə deyir. Bura Azərbaycandır. Burada hər zaman bu hərəkat demokratik olub. Millətin çoxunluğunun iştirakı ilə. 30 ildir bu dönəmdə, bu dönəmi deyirəm hələ. 30 ildir bu dönəmdə yüz minlərcə adam çıxıb. Təbrizdə, Urumiyədə, gölünə bağlı, təhqirinə bağlı. Hələ haradaydı şahçısı, haradaydı xalq mücahidi, heç biri yox idi. Azərbaycanlılar meydanda idi. Amma indiyə kimi də görüm Azərbaycanlıdan bu boyda cibindən dəmir çıxıb, belə adamlar istintaqlara, işgəncələrə məruz qalıb, öldürüblər. Dəmir çıxmayıb. Niyə bu hərəkat? Demokratik bir hərəkatdır. Və bu günləri rejimin də qorxusu ondandır. Dostun da, düşmanın da qorxusu ondandır. Baxıb görür ki, bu günləri Azərbaycanın quzeyi müstəqildir. Gün keçdikcə güclənir ordusu. İlham Əliyev qayıdıb deyəndə ki, ordunu da demək ki, artırmışıq o özəl qüvvətləri, silahları da almışıq, 5 milyard dolar da yine artırdıq o büdcəyə filan. Dənizdə hərbiləşdirmişik. Və demək ki, dünənləri də orada demək ki, dayanır Trumpla da, Mırtfıran da, əlin qolunda uzadıb. Mənə deyir ki, mənə nə var? Siz Şanqaya bahanəsi ilə orada məni təhlədiniz. Ay demək ki, qoymayacaq o Şanqaya. Modi deyər. Mənə də deyir, Modi də deyir ki, mənim işim deyildi, zat da adı. Putin tapşırmışı qoymayaq hələ Azərbaycanı. Ya gedəsən mənim demək ki, nə deyirsən, neft ambarlarımı Ukraynada vurasan və bir yandan hər şey çıxır da. 2 aydır ki, çıxır ki, mənim neftimə və də bağışlı onu üzr istəyəm. Qazaxıstanın neftinə, Türkmenistanın neftinə gəlib bizim borulardan gedirdi. Onlara nələr qatdıq, elə Azərbaycanda və bizlər. Elə qulağımıza qoymuşuq, gözlərimizi yub yatırıq. Bir dənə oyunçular deyir, bunlar bundan məşğuldur da. Və bir yandan da casusları Azərbaycana doldurmaqla deyirlər ki, bu 1945-ci ildə də belə olub. Deyiblər ki, ora, o Azərbaycanın güneyində Pişəvəri hərəkatında, o da Pişəvəri də hamı çıxır, Azərbaycanda bəzi adam var indi. Çox da belə hayküylü Pişəvəri şünas olub, özümə dedim, çıxırsan, bu çıxışların birində Pişəvəri qayıdır, o da iyiliyi olub da, yanda bu da çox xas cəbhəsinin üzvü idi. Nə üzvüydüsən? İndi həmin adam Pişəvəri şünas, çəkilin gəldim, amma Pişəvəri nə deyirdi? Tanıyırdı buranı, bilirdi, oranda, zərisinin zindanında, qəşək. Qayıdıb deyirdi ki, bu zümrə savaşı deyir, sinif savaşı deyir. Özdə o vaxtda İslamın kişniyən vaxtı deyir o, bə neyniyəcək, öldürəcəkdilər də. O da məhv edir. Və dedilər ki, dedilər yığıldılar. Ermənisi, Rusi, iti, pişiyi və hətta Amerika, İngiliz, Fransa, Tehran yığıldılar Moskvada hamısı. Dedilər ki, yox, güneydəkilər bir də heç belə özrə hökumətdə olmaz. Hardına qalıb hələ federal. Gülüncü bu deyil, gülməlisi burada idi ki, həmin Moskva görüşündə, orada İngiltərə deyir ki, ya da heç olmasa bunlara bəlkə bir dənə demək ki, bir xod muxtarlıq, deyirlər, yox, və Molotov şir və adın dadı düşər, deyir ki, Amerikalı nazir də əleyhinə da. Niyə? O məsələnin əslinə keçək. Bu günləri Azərbaycanın böyücü odur. Və bundan qorxurlar ki, və Türk dünyasının da o qızıl haçarı, altın körpüsü, qızıl haçarı odur. Onu qoyanda özü də dünyəviçidir, sekulardır, moderndir. Görürsən qızları, çıxırlar, o futbol, traktör, bilirsən kimin diyor, pulla kim alıb, kimi o başqa. Amma o millət içindəki çıxır, o qızlar çıxırlar, o təpələrin başı. Və də bunlar da bərbəzəyə bax, bunlar da danışığa bax, cəsarətə bax. Və onlar, düşmanlar da hamısı görür. Və elə bilirsən ki, pişik yolu buraxır, sizin o dediyiniz o Şeyx Nəsrulliyə nəyə görə pişik yolu buraxır? Onun siyasətin dərinliyinə getmək lazımdır. Dərinliyinə gedəndə görürsən ki, bayda da var. Burada başqa oyun vardı. Başqa oyunun birisi nədir? Nədir? Deyək, hələ bir başını susturaq. Əgər də kimsə ki, başqa söhbət eləsə, Bakıda o, nə deyirsən, iqtidar müxalifətdən qovulmuş. O Bakıda sokakda olanlardan, lotulardan. Ayda demək ki, sən tanıyırsan Azərbaycanda. Deyirsən, bunların millətçilik deyil. Bu da düyünlərdir, başqa deyil. Amma hələ bir şey görünməyib ki, biz ya tərifləyək, ya ittiham edək. Bu millət ki, Azərbaycanın güneyində
Ay bəy, baxın, sizin tribunadan deyim və çox tribuna, siz də bunu bilirsiniz. Əmin olun, Azərbaycanın güneyində necə gecədir, günüz də günüz, Azərbaycanın güneyində böyük hərəkat var. Hər kəs tarixi oxuyub, hərəkatları bilir, inqilabları bilir, istər dində olsun, istər ki, başqa milli zatlarda Azərbaycanın güneyində böyük milli hərəkat var. O qıvılcıma bəddir. Qıvılcım nədir? Bu günləri nədən qorxulardı? Əlan baxın, düşüblər, Makronun ayağına düşürlər, orada Vitkovun ayağına düşürlər. Baxın, New York'a görün, nə oyunlar gedir. Yalvarırlar ki, qalır, demək 2 gün qalır. Bazar günü saat 8 axşamdan sanksiyalar hamısı qayıdacaq birdən-birə. Bunlar da boğazı qurub Tehranda. Az qalırlar ki, hamının quyruğunu yalayarlar. Bunlar nədən qorxurlar? Nədən qorxurlar? O Trump da qaldı. Sonuncu bir sözü vardı Trump. Dedi, Netanyahu zəng açdı ki, bura bax, bu tətikdədir. Girmişik, o sahəyə girmişik, 2 nəfər də onlardan öldürmüşük. Füzə ilə də bir anda bunları vurmuşuq. Bunu öldürək ya yox, dedi, onu öldürmə. Öldürsən onu, ora dağılacaq, bir-birinə dəyəcək. Və onların alternativi, şahçısı, xalq mücahidi, Amerika nə var? Mücahid bilənə kimi bunlardan terror eləyib Amerikalılardan. Şərədən əski idilər. Coğlandan əski idilər. Coğlanıya bax, dünənləri də orada. 58 ildən sonra getdi New York'a. New York'a hələ ondan sonra Trump dedi ki, göçək oğlandı, özü də yaxçı savaşır. Nə savaşır? Amerikanını öldürüb, Türk əskərini öldürüb. Amma bu günlərin mənafeyi icab edir. Götürüb çıxardım ora. Dünənləri Netanyahu'nu hoyladılar. Nə filan deyəni. Oyunun başqası var. Səbr elə. İndi əl-ələ qoyduracaq 58-dən sonra Suriya. İşləri möhkəmləndirək. Yaxın Doğu gedir. Yaxın Doğuda bəs biz kimik? Biz kimik? Bunu İlham Əliyev deyəndə biz 50 milyonuq. Onda İlham Əliyev hər yandan təhlil edirlər. Hər yandan. Onda gəlsin də siz onu demək ki, çox bağışda o quş qondurması gəlmişdi. Xankəndə yeyib içirdi. Qayıdıb deyirdi ki, gələk cənab İlham Əliyev. Niyə yolu bağlayıbsan? Niyə güneylə Azərbaycandakı quzeyin yolunu bağlayırsan? Sovet dönəmi bəs döyürmüş kimin? Təzədən bu yol bağlayırsınız. Prezident İlham Əliyev də qayıdıb deyəcək, sözdən qalan deyir. Deyəcək ki, açaram. Amma dünən İsrail gün. Bizim sərhədçilər 17 kilo demək ki, həşiş, narkotika, silah, narkotika, casus, doldurursa, zindanları açsınlar, çıxarsınlar da, gəl Azərbaycan dövləti çıxardı, onların bütün o demək burada, o murdar əməlləri ilə məşğul olduqlarının hamısı azadlıq meydanında sərgiyə qoya. Deyərdi ki, yaxşı, siz o əndən qarşısını alır, mən də bu günləri mənim millətim Ərdəbildə, Təbrizdə, ondan Urumiyədə, Miyanada, Zəncanda, Qəzvində, deyərlər geçsin onlayn viza doldursun, gəlsin. Niyə? Öz vətənində onlayn viza ondan cəmaatın hamısı kompüteri var, bilgisayarı var, onlayn doldura. Necə ki, bu millət, bu şərəfli millət, o taylı, bu taylı. Durdular qışın vaxtında hücum apardılar, o Ruslar hələ burada idilər, o məftullərə, sərhəddi açdılar 200 ildən sonra. Gəlirdi, bir dənə də qanunlar çıxartdılar. O zaman da biz çıxmışdıq ki, yox, 2 vətəndaşlıq. Sonra deyirlər, qardaş, bu 2 vətəndaşlıq olsa, onda erməni də Qarabağda durub deyər vətəndaşlıq, qoy erməni məsələsi qutarsın sonrasından. Ona görə demək ki, o bir dənə qanun çıxartdılar, bilməyəm ki, 50 kilometre, 15 kilometre gələrlər sərhəddi bu üzə. İndi bizimkilər də o taydan gəlirdilər, o bahanə ilə keçirdi elə Bakıda. Dur ayağa gedək, görüm mənə çıraq qüvvə ilə, sən çıraqla tap. Görüm, haradadır o güneylər bu Bakıda? Hamı buradadır. Filipinli buradadır, Ərəb buradadır, Pakistanlı burada, Əfqanlı burada. Amerikada demək ki, Avropanlı demək ki, mən baxıram, tanıyıram da, 40 il deyorduyam da. O demək ki, nə bilim, adın nə deyim da. Dolu deyil, içəri şəhərə gir, düz deyil, turistdir, pılı ilə gəlib. Amma birinci burada, güneyli burada olmalıdır. Evlənməlidir, necə evlənirdilər? Evlənməlidir, biznes eləməlidir, təsərrüfatda işləməlidir. Tehran Respublikasının adına yox, gəlirlər, bizim də şirkətlərimiz gəlsin, burada işləsin. Yox, elə qara fəhlə kimi gəlib işləyirdilər, gələcəkdilər, bekarçılıqdır, işsizlikdir. Gələcəkdilər, töküləcəkdilər, işləyəcəkdilər. Ondan da kimsə, bu Əjdər Tağızadə də elə oturur, istiqlaldır. İstiqlal o da bax, Qarabağda tünellər yaranır. Mən də sürüb getmişəm, özdə götürüb qoymuşam ki, o zaman hələ açılmamışdı. Kəlbəzərə gedəndə yazmışam, öz maşınımla gəldim Kəlbəzərə və Ömər aşırımda 3900 metrədə də oradadım, buradayam. Ordum azad edib, millətim azad edib, özüm də buradayım, çimməyin də çimdim, şefinlə də. Ermənilər gedib orada çiməndə elə bilirdim ki, mənə murdar sözləri deyirlər. Ona görə bu günləri, o güneyli də orada, hər kəs öz öhdəlicini yerinə yetirsə, hər kəs öz öhdəlicini, bir Azərbaycanlıyım, bir damla, millətsevərlik, vətənsevərlik, dövlətsevərlik, necə ki, Avropa, dünya belədir, gəlişmiş dünyanı deyirəmi? Ona görə bu günləri o zaman biz də çıxıb deyildik ki, o bəndiləri, barajları partladın da, amma bunlar götürdülər, onu artırdılar. İndi
100 mindən çox quyular var. Axı gölə su gəlmir. Aşağıdan da bunu səngiləsən və gətirdin Kəlantar adına, şəhid adına ortasından bir dənə körpü vurdun. Torpağı doldurdun ora. Bunun nəfəsini kəsdin sən. O yandan o Kürdlər yaşayan tərəfdən Şah zamanından baraj var orada. Zabdan. Dedin dağın altını deşirir, su gələcək, hə? Deşdiniz illər boyu idi. Bu illər dedəcəm, açılır o, gəlir, açacaq. Sonra da, hə yox, o adın altında, o tünelin içində bir şey filan olub, bir gəldi. Sonra dedi, Arazdan gətirəcək. Yıxdılar Azərbaycan dövlətinin üstünə ki, Azərbaycan dövləti qoymur biz orada. Arazda nə qədər su var orada aparasın? Araz onu doldurma. Dayan da, işimiz var. Burada maşın burada duraq sürək, gedə sənə göstərir. Ona görə Arazı biz tanımırıq. Ona görə, amma sən milyarlarla dolar xərclədin İsfahana, Kirmana, görək göllərə bax, suya bax, görüb gətirdin suları və Tehranın, indi sudan qırılacaq, hələ də qırılır. Gedirsən demək ki, deyirsən Talığandan su gətirəcəyəm, gətirdin. Lətyam boşalıb gedib, o birisi sədlər hamısı boşalıb, bəndilər boşalıb. Amma Azərbaycanda sən göldə Çinlilərə plutonium, litiyumsa bu günləri dava bilirsən nə üstündədir? Zadı xırtdəhləmişdi Trump. Adı nədir? Zelenskini, cənab Zelenskini xırtdəhləmişdir. Onu imzala da. O demək ki, milyonları litiyum söhbət edir. Dünya ona ehtiyacı var. Onu imzala da. Bu günləri siz düz deyirsiniz. Belə vurdun, qırdın, Təbrizi. Axı, onların haqqını da yemək olmaz. Ədalətli olmalıyıq. O deyir, qardaş, mən getmişəm, kötək yemişəm. 3 dəfə deyəm ki, yaxşı, bu qızın elçiliyinə gedəndə nə cür getir, nə yapar? Deyir, getdim elçiliyə, qaynatam gələcək ki, qaynatam dedi ki, Təbrizdə, sən işin yüzün, dedim, valla, bir dənə hökmüm var, hökm altındayam, Hasan Tutacaqlar bilməyəm, gölə görə. İkinci hökmüm vardı ki, o da Taraqqana görə. Üçüncü hökmüm var Təbrizdə filan. Dedi, sən buraya yox, mənim evimə gəlməməlidir, zindana getməlisən. Yəni, bu millət döyüşüb, əziz, şərəfli millət döyüşüb, bu türk özü də, ay bəy, biri atdana keçsə mən kimin, Arazdan bu taya, yaxşı da yeyib içə Xankəndidə, nə var keyfinə yeyib içə, qoltuğunda da bir dənə qarğa balası, ondan sonrasından da deyək ki, elə bilir. Mən də türkəm də, desin, salam əleykum, gözüm aydın, külli Azərbaycan o tayədir, haray, mən türkəm. Külli Azərbaycandır. Biraz sən ədalətli adamsan. Amma öz millətimizə lap ədalətli olmalıyıq. O hərəkatı görməliyik. Hərəkatın səsini buradan söndürmək olmaz. Bu da heç kəsin buna cəsarət eləməyəcək. Çünki niyə? Siz də savaşda da, hərəkatda da iştirak edibsiniz, görübsiniz də. Zaman da bu millətin bizim xeyrimizə gedir. Dünyada da o tərəfə gedir. Bəli, təşəkkür edirəm. Çox sağ olun. Artıq 1 saat 15 dəqiqədən çoxdur danışırıq. 1 saat 20 dəqiqə təxminən. Yenə də hələ az oldu. Siz sinəsi dolusu istəyərəm zaman danışaq. Sadəcə bir mövzu seçib onun ətrafında danışaq. Yox, mən bayaq da söyləyəm. Nə qədər sual eləyirsən, nə qədər danışırsan ki, mən danışmıyorum, baxıram mən. Amma demək ki, yox, xoşdur. Bir də bir şey vardı ki, tarix deyil sizin dedikləriniz. Razılaşmadı fikir olsa da, siz hərənin öz baxışı var da. Bir şey elə Peyğəmbərimizin hədisi var, deyir, baş verməyən bir şeyə görə narahat olmaq da doğru deyil. Bəziləri deyir, axmaqlıqdır deyib, amma hələ baş verməyibsə, mən niyə sevinim, yaxud da niyə kədərəm, İnşallah yaxşı şeylər baş verər. Hər halda onun bir qüsurunu falan görəndə mən sizdən də kəskin mövqe bildirəcəm. Hələ ki, ortalıqda bir şey yoxdur, ümid, bəlkə də çox. Bizim bilirsən, o quşqondurmazla sizinlə mənim ondan bir fərqimiz var. Biz bu dövlətçiliyə, bu dövlətə əsas, ən azı bu 40 il içində xidmət eləmişik, o dövlətə xidmət edir. Çünki o dövlətdə yaşayır. Biz də SSR-də yaşayanda SSR-yə xidmət edirdik. Pambıq yığırdıq, taxıl əkirdik, hamısı Sovetə o elə bir şey, amma o dövlətdə də, SSR-də də bu millət repressiya oldu. Gəncə qırdılar. Sonrasından min cür azadını oyundan qırdılar. Yenə də millət əl çəkmədi. Bu millət beynindən çıxartmadı. Sovet təzə dağılanda Rus politoloqu var idi, bir güclü, Dugin kimi də. Deyirdi ki, Sovet dövründə 70 ildə bir dənə ipə sapa yatmayan Azərbaycan oldu. Hər zaman. Və 91-ci ilə qədər Türkistanda qadağan idi Novruz bayramı. Amma biz danışırdıq. Güney Azərbaycan falan şeirlərimizdə, poemalarımızda var idi. Bu millət başı ilə, qələmi ilə, beyni ilə həmişə döyüşübdür. Yeri gələnlərdə və bəzi adamlar, mən qayıtmayın, vaxtınızı öldürməyin. Bir də bəzi adamlar qayıdıb deyir ki, böyük Rusiya bizə verdi. Xeyr, elə deyir.
bu millət demək ki, bütün əsrlərdə görürsən izi ilə, əsəri ilə, əməli ilə, döyüşü ilə var. Və misal üçün biz qayıdıb deyəndə Hacı Hüseyn Quluya deyən, o ki çəkir Cavad xanın qatilinə, Siyanova, deyəcək, al, gələ, aldım. Deyirsən, bu hardan saxlayıb yanda, bura hara, bura nə Gəncədir, bura Bakıdır, Qoşaqapıdır filan. Bolşeviklər olmasa elə bizim o neftimizlə indi Azərbaycan Norveçdən də böyük və güclü olardı, həm də birləşə bilərdi. Ruslar deyirdilər ki, o Azərbaycan heç zat qalmayıb, nefzat da qalmayıb. Dedin, yox, sənin o texnika ilə heç zat qalmayıb. Elə ki, burada gəldi, günəşli açıldı, deşildi, texnika gəldi, Azərbaycan. Sonra görə, yox, hada, qalmışmış, çox da qalmışmış. Və quş əldən qaçdı, nə deyirsiniz, Avropaya dedilər, siz soğuqdan qıracaq, hər ildə qış gələcək, fiyatları artırdılar. Avropa Birliyi, Minsk qrupu, erməni dəstəkləyə 44 günü savaş gedə-gedə, von der Leyen gəldi bura, prezident heç zat da demədi. Elə o günlərdə Avropa Şurasında Azərbaycana qarşı bütün oyunlar gedirdi. Von der Leyen'i qəbul edirdi, biz Avropanı soğuqda qoymayacaq, sizə qazanacaq. Belə dəyərli dostlar, daha bir maraqlı verilişimizi başa çatdırdıq. Qonağımız da Güney Azərbaycan Demokratik Türk Birliyi. O söz həmişə yadımdan çıxırdı. Demokratik Türk Birliyinin sədri, dəyərli dostumuz, ağsaqqalımız, doğmamız Əjdər Tağızadə idi. Sağ olun, salamat qalın, kadr arxasından çəkinməyin.